Düşünürəm başlaya bilərik. Ee, Mövzumuz Almaniyada onkologiyada spikerimiz doktor Nərmin Talıbovadır. Nərmin doktor ATU məzunudur. Hal-hazırda Almaniyanın Ulm şəhərində Universitet xəstəxanasında onkologiya hematologiya şöbəsində çalışır. Sözü uzatmadan buyurun Nərmin doktor. Hər kəsi salamlayıram. Mən kameranı söndürəcəm, onsuz da kamera yaxşı görünmür. Vaxt uzatmadan məncə də keçək prezentasiyaya. Orada detallı danışacağam. Bir dəqiqə. Slaytlar görünür də. Bəli, bəli, görünür. Əslində sizin kamerada yaxşı görünürdü. Nə bilim, o çox əsir mənim fikrimi dağıdır. Belə aydındır. Sonra sual-cavab hissəsində kameranı açaram. Onsuz da daha çox prezentasiyaya diqqət edirik. Hər kəsi bir daha salamlayıram. Mən Nərmin Məcid Talıbova, hal-hazırda Almaniya Ulm Universitet Xəstəxanasının onkologiya hematologiya şöbəsində çalışıram. Mən düşündüm bu prezentasiyanı nə formada eləyim. Almaniyaya gələnə qədər istədim biraz burada şəxsi yolumdan da məlumat verim, həm motivasiyalar bəzilərinə, həm də buradakı psixoloji gücdən də biraz məlumat vermək istədim. Mən kiməm? Bunu slaytlarda danışacağıq. Mən burada neçə nəfər düşünür ki, belə bir sual vermək istəyirəm. Potensialı var, amma planları istədiyi kimi getmir və harda səhv etdiyini bilmir. Mən əminəm ki, qoşulanların çoxu ya qərar verə bilmir, ya qərar verir, işləri alınmır, ya məsəl üçün qorxuları var, hələ ümumiyyətlə bilmir ki, nə istəyir. Ona görə düşündüm biraz sizə burada həm də belə deyək də biz karyera koçu kimi olmasa da öz təcrübəmi və öz öyrəndiklərimi sizinlə paylaşım. Əksər halda hamımız uğursuzluqla rastlaşırıq. Mən düşünürəm elə bir insan yoxdur ki, karyerasında uğursuzluq olmasın. Amma əmin ola bilərsiniz ki, uğursuzluq əksər hallarda bilik çatışmazlığı ilə əlaqəli deyil. Bu bizim psixologiyamızla bağlı olan bir şeydir. Və çox görürsüz, yəqin ki, məsələn sizin qrupda da olub, mənim qrupumda da olub, çox oxuyan, çox savadlı uşaqlar var ki, karyerasında istədiyi yerə çata bilmirlər. Amma orta oxuyan, rahat həyat tərzini yaşayan insanlar bu gün karyerasında daha ön pillələrə gediblər. İlk öncə bizə nə mane olur? Ən böyük məsələ Almaniyaya gəlməkdə də bağlı məsələ psixoloji bloklardır. Blok ümumiyyətlə nədir? Qorxu ilə qurulmuş avtomatik reaksiyadır. Çox insan niyə narahatdır? Biz xarici ölkəyə gedirik, orada dil problemi var, insanlar arasında fərq qoyurlar. Mən orada yəni immiqrant olacağam və mənim karyerama mane olacaqlar və yaxud imtahanları keçmək çox çətindir, ora getməyə çoxlu maddi vəsait lazımdır. Bunlar əslində ya öz təcrübəmizdən, keçmiş təcrübəmizdən, ya da kolleqalarımızın təcrübəsindən olan qorxulardır. Bunların heç biri bizə aid deyil və bu qorxular bizə əslində böyük addımlar atmağa mane olur. Yəni burada məsələ bilirsiniz nədir? Niyə biz addım ata bilmirik? Əsərimiz bacarmadığımız üçün yox, sadəcə özümüzə icazə vermədiyimiz üçün bu yolu gedə bilmirik. Və bu dediyimiz maneələr dırnaq arasında həmişə deyirəm mən buna. Çünki bu xarici maneələr deyil. Bu əslində bizim öz qorxularımızla əlaqəlidir. Və həmişə mən özümü belə rahatlaşdırırdım, belə psixoloji bloklar olanda. Hamımız burada yəqin ki həkimik və biz bilirik ki, bunun da bir beynində bir neyrobioloji proses gedir və bu əslində bizdən asılı deyil. Bizim üçün orqanizmimiz əslində bizim, yəni inkişafımız uğur qazanmaq üçün, həyatda yaşamaq üçün formalaşıb, təkamül edib və ona görə də hər hansı bir risk almaq bizim beynimiz bunu təhlükə kimi kodlayır. Qorxuları bizə həmişə təhlükə kimi gəlir və bu bizim bilirik ki, amigdalamımızı təsir eləyir və yaxud bizim stres hormonları artır, prefrontal korteksə təsir eləyir, qərar verə bilmirik və çox insan burada elə bil ki, yolundan dönür. Ona görə mən həmişə sual verərdim ki, əgər bu maneələr olmasaydı, siz hansı addımı atardınız? O beyninizdə olan addımlar nədir? Məsəl üçün, o addımı atmaq üçün mütləq götürün, yazın ki, mənim qorxularım nədir və bu qorxuların hansı doğrudan mənə aiddir, hansı başqalarının qorxusudur və mən hansı addımı atardım. Və mən bunu öz təcrübəmdən danışacağam. Mən
mən Tibb Universitetini hamı kimi qurtardım və əslində qrupda oxuyan idim, fərqlənirdim və çoxunun gözlədiyin əksinə mən Almaniyaya getdim, nə də Türkiyəyə. Əslində arzulayırdım. Sadəcə ailə şəxsi məsələlərə görə qərar verdim ki, rezidenturanı Azərbaycanda başlayım. Və 2012-ci ildə mən Milli Onkologiya Mərkəzində onkologiya sahəsi üzrə rezidenturaya başladım və 2011-də səhv eləmirəmsə rezidentura təsdiqləmişdi. Yəni sistem təzə idi, nə olacaqdıq bilmirdik və mən də o psixoloji bloklarımda irişib qalsaydım və hamının dediyi bir şey var idi ki, mütləq tapşırıq lazımdır işə düzəlmək üçün, mütləq belə deyək də rezidenturada heç nə öyrətmirlər, sənin üçün çətin olacaq, əlaqələr yoxdursa burada sənin qarşısını alacaqlar və s. Mən əslində belə olub özümü motivasiyadan sala bilərdim, amma mən biraz real vəziyyətə kökləndim, çünki mən başqa seçimim yox idi. Mən burada qalıb karyeramı inkişaf elətdirməli idim və baxdım ki, rezidentura sistemində hansı çatışmamazlıqlar var, o çatışmamazlıqları mən öz avantajıma çevirdim. Və bəxtim harda gətirdi? O vaxt indi bilmirəm necədir. Səhiyyə Nazirliyi rezidentləri seçib 3 aylıq Türkiyəyə və yaxud Almaniyaya göndərirdi və mən o çərçivədə 3 aylıq getdim Yena Uniklinik Hospitasiya xəstəxanasında hospitasiya keçdim və orada əslində qərar vermişdim ki, mən heç vaxt bir də Almaniyaya getməyəcəydim. Çünki Yena soyuq şəhər idi, insanları soyuq idi, Almaniyanın şimal hissəsi idi. Amma o mənə orada nəyi öyrətdi? Əslində gördüm protokol nədir, xəstəyə yanaşma nədir və mən başa düşdüm ki, nəsə var dünyada baş verir və bizdə ölkədə onkologiya sahəsində bunlar yoxdur. Və mən orada olan vaxtı daha belə deyək də flexible idim orada. Çoxlu araşdırmalar elədim və gördüm ki, doğrudan da beynəlxalq cəmiyyətlər var. Bu Avropa Onkologiya Cəmiyyətidir, Avropa Onkologiya Məktəbidir, Amerika Klinik Onkologiya Cəmiyyəti və bu cəmiyyətlər əslində bütün dünyadan olan, hətta inkişaf etməkdə olan gənc həkimlərə, onkoloqlara çox yaxşı qrantlar təqdim edirlər və bunlardan faydalanmaq olar. Və mən neylədim? Düşündüm ki, mənim CV-mdə heç nə yoxdur bu Almaniyadan başqa, neyləyə bilərəm? Diqqət cəlb eləmək üçün o vaxt Avropa Onkologiya Cəmiyyətinin sertifikasiya imtahanı var. Buna board imtahanı deyirlər. Mən 2012-də daxil olub 2015-də bu imtahanı verdim. Yəni əslində bu çox insan düşünər ki, bunun üçün mənim çox təcrübəm lazımdır. Mən hələ bilirsiniz bu arada onu deyim ki, Azərbaycanda onkologiya sistemi Avropadan və Amerika, Türkiyədən fərqlənir. Çünki bizdə onkologiya sisteminə daxil olursunuz, adı onkologiya gedir və siz orada fərqli rotasiyalardan keçirsiniz. Oradan cərrah olub çıxa bilərsiniz və yaxud tibbi onkoloq olaraq da çıxa bilərsiniz. Və mən artıq qərar vermişdim ki, məndən cərrah olmaz və mən tibbi onkoloq olmaq istəyirəm və düşündüm ki, bu imtahanı vermək üçün internetdən araşdırma elədim, suallara baxdım, baxdım nələrə diqqət eləməliyəm. Bu sadəcə, baxın, mən o vaxt təcrübəm yox idi. Mən daha çox cərrahi şöbələrdə rotasiyadaydım. Bu nəzəri biliklərimizi yoxlayan bir imtahan idi və mən o nəzəri biliklərimi öyrəndim 2 ay ərzində və imtahana girdim, imtahana keçdim və əslində bu imtahan mənim CV-mdə çox böyük rol oynadı. Çünki bir kəlmə orada yazırdım ki, Azərbaycanda ilk dəfə bu imtahanı keçən insanam və gənc yaşdayım. O istər-istəməz onların diqqətini cəlb elədi. Və mən neylədim? Bir də bu arada bunu da xüsusi vurğulayıram, sonda da deyəcəm. Azərbaycanda rezidentura sisteminin üstünlüyü ondan ibarətdir ki, siz flexiblesiniz. Yəni sistem sizin üzərinizdə qurulmayıb deyə siz istənilən vaxt konfransa gedəndə sistem çökmür. Yəni siz sadəcə həkimə köməkçi vasitəsiz orada. Yəni sizin şəxsi xəstələriniz yoxdur, sizin şəxsi ambulansı, yəni poliklinika gününüz yoxdur. Və mən yenə də deyirəm, mən öz təcrübəmdən Milli Onkologiya Mərkəzindən onkologiyadan danışıram və indi orada düşünürəm ki, çox dəyişiklik yoxdur. Digər xəstəxanalarda necədir, onu deyə bilmərəm. Və mən bu zaman o belə deyək də bu rahat rejim deyəndə bizdə ciddi rejim var idi. Vaxtında işə gəlib getməlisən, amma sən də oradan da xarici konfransa gedirsənsə, dəvət almısansa onu göstərəndə problem olmurdu. Və mən sizə əminliklə bunu deyərəm ki, mən Almaniyada rezidenturamı başlasaydım, mənim heç vaxt bu cür şanslarım olmayacaqdı. Çünki Almaniyada rezidentura tamam başqadır, qarşıda onu sizə izah eləyəcəm. Və dediyim kimi neylədim? Artıq mən bu ki rahat rejim idi. Mən heç kimin marağında deyildim. Mənim olub olmamağım heç kimi fərq eləmirdi. Ona görə mən çalışdım ki, fərqli kurslarda iştirak eləyərək bu Avropada onkologiyanın inkişafına yiyələnə bilim.
İkinci məsələ, bizim karyerada bizə nə məna olur? Qərarsızlıq. Mən əminəm burada olanların çoxunuzun da hələ qərar verə bilmirsiniz. Tələbəsiz yəqin Türkiyəmi, Almaniya mı, yoxsa Amerika mı? E, Əslində qərarsızlıq bilirsiniz seçim edə bilməmək deyil. Bu bizim beynimiz bunu biz niyə qərarsızlıq müəyyən bir yerə qədər yaxşıdır, amma müəyyən bir yerdən sonra karyeramıza mane olan məsələlərdən biridir. Niyə? Çünki biz qərar verməyəndə çox düşünürük. Amerika, Almaniya, Türkiyə istər-istəməz beyin çox düşünəndə prefrontal korteksimiz bloklanır və artıq belə deyək də stressimiz artır. Stress artanda da motivasiyamız itir. Ona görə mən həmişə deyirəm ki, çox, yəni düşünmək lazımdır. Müəyyən bir vaxt verin özünüzə. Həmişə ki, mən bu vaxta qədər qərar verəcəm və o vaxtdan sonra artıq bu qərarsızlıq sizin vaxt etkisindən başqa bir şey deyil. Yəni ümumiyyətlə risk almağı mütləq gözə alın. Qərarsız olub bir yerdə gözləməkdənsə ki, mən hara gedəcəm, necə eləyəcəm, nətər eləyəcəm, ondansa bir yolla başlayıb getmək sizi daha uğurlu eləyə bilər və qərarsızlıqda da bilirsiniz səbəblər nədir? Yenə də bu əksərən bizə bağlı olan bir şey deyil. Məsələ başqalarının qorxusudur. Gedərəm uğursuz olaram, kim nə deyər və yaxud ailəm məni dəstəkləyərmi və yaxud məsəl üçün bir yolu bilirsiniz necə bilsiz elə bir qərar vermək əslində məsuliyyəti öz üzərinə götürməkdir və bu əslində insanda daxili güc tələb edən bir məsələdir. Və biz qərarsız qalanda sanki məsuliyyəti öz üzərimizə götürürük, atırıq fərqli-fərqli insanların və yaxud hadisələrin üzərinə. Və bu mənim həyatımda necə baş verdi? Mən bilirdim ki, Alman belə deyim, mən rezidenturanı Azərbaycanda başlayırdım, amma mən öz daxilimdəki istəyimi bilirdim və bilirdim ki, mən nə vaxtsa xaricə getməyə artıq ora gedəcəm də və mən arzum həmişə Amerika idi. Və amma belə deyək də Amerika idi. Bir yandan da düşünürdüm ki, Amerika çətində Almaniya da ola bilər. Əslində Türkiyə də pis seçim deyil və bu qərarsızlıq anını mən necə idarə elədim? Yəni hələ ki real heç birinə addım ata bilmirdim və başladım bütün variantları dəyərləndirməyə. Qısa-qısa gedərək baxdım ki, doğrudan da mənə hansı sistem uyğundur və necə oldu? 2016-cı ildə Amerika Klinik Onkologiya Cəmiyyətinin beynəlxalq inkişaf və təhsil mükafatı var. Bunu qazandım və 2 həftə Amerikaya getdim. Ohio'da xərçəng mərkəzində oldum. Chicago xərçəng mərkəzində oldum və əslində o sistemi yaxından tanıdım və istər-istəməz Almaniya təcrübəm olduğu üçün də Almaniya ilə müqayisə elədim və doğrudan da qərar verdim ki, mən yox Amerikaya gedirəm. Çünki belə deyək, siz əgər top karyera qurmaq istəyirsinizsə onkologiya sahəsində, mən düşünürəm ki, Amerikada bir şəxs nə qədər çətin olsa da o yol, o şəxsin imkanları Almaniyadan qat-qat yüksəkdir. Burada çox faktor var. Öz təcrübəmi deyim. Mentorlarla əlaqə Amerikada daha rahatdır. Onlar sizə dəstək verməyə daha maraqlı olurlar. Almaniya sistemində insanın biraz motivasiyasını bu cəhətdən öldürürlər və ona görə də mən artıq belə deyək 2016-cı ildə qərar vermişdim ki, mən Amerikaya gedəcəm. Amma bu qərar necə dəyişdi? Onu da bildirmək istəyirəm. Qərar verdikdən sonra bəzən həyatımızda hadisələr baş verir. Əminəm bunu hər biriniz yaşamısınız. O qərara gedən yolda sizə həddindən artıq çox maneələr çıxır. Ya sənəd problemi çıxır, ya nələrsə baş verir. Mənim həyatımda da elə bir dövr oldu. Məsələn, mən bir illik fellowship qazandım. Hansı ki, ailə vəziyyətimə görə gedə bilmədim. Sənədlərimi göndərdim, üstümə qaytardılar. İndi tam yadımda deyil, problemlər oldu. Fərqli-fərqli problemlər ortaya çıxdı və mən özümün bu prinsipimdir ki, əgər bir yolda mənə fərqli işarətlər gəlirsə ki, bu yol çətindir, mən orada doğrudan da dayanıb biraz geri çəkilə bilirəm və bunu hamıya tövsiyə edirəm. Burada bəlkə də aramızda çox insan var, Almaniyaya getmək istəyir, mütləq nəsə problemlər çıxır. Yenə deyirəm, ilk problemdə geri çəkilmək lazım deyil. Amma bu problemlər davamlı olursa, biraz geri çəkilin, düşünün ki, bəlkə doğrudan da o yol mənim üçün doğru yol deyil, başqa alternativlər ola bilər. Və dediyim kimi, istənilən halda bunu necə öz praktikanızda təyin edə bilərsiniz? Çox qərar varsa, qərarları minimala endirin və özünüzə mütləq limit qoyun ki, mən bu vaxta qədər qərarımı verəcəm, bundan sonra artıq addım atmalıyam. Və dediyim kimi bu mükafatı mən hətta o vaxt onların veb saytında da paylaşdım öz təcrübəmi. Ondan neçə il sonra karyeramda baş verən dəyişikliklər də paylaşdım və o mənə çox kömək oldu ora getməyim. Mən onkologiya mərkəzində bir vəzifəyə təyin olundum və biz orada fərqli ilk dəfə onkoloji tibb bacıları üçün tədbirlər elədik. Azərbaycanda ilk dəfə multidisiplinar xərçəng konfransı və s. elədik və bu əslində ora atdığım bir addım. Hələ bilmirdim məni hara aparacaq, amma
həqiqətən də istənilən bir addım sizin karyeranızda kiçik olsa da bir dəyişikliyə səbəb olur. İkinci məsələ müqayisə ilə bağlı demək istəyirəm. Bunu mən çox rast gəlirəm. Çox insanlar gəlir məndən soruşur ki, mən məsəl üçün mən deyir Almaniyaya gəlmək istəyirəm, amma deyirlər ki, məsəl üçün indi təqribən Bayern əyalətində ya Baden-Württemberg əyalətində iş tapmaq çox çətindir. Çünki neçə nəfər müraciət edib iş tapa bilmir. Və yaxud da birinin karyerası onlara çox gözlərində çox böyüdürlər və deyirlər ki, istərsəməz ona baxırlar, motivasiyadan düşürlər. Və mən həmişə ona deyirəm ki, hər kəsin yolu fərqlidir. Nə özünüzdən üstündən özünüzü müqayisə eləməlisiniz, nə də özünüzdən aşağı ilə müqayisə eləməlisiniz. Çünki istənilən halda müqayisə bizi inkişafdan geri salan bir şeydir. Bəzən bu bizim nəsil, bu 80-90-lar, bəlkə də 2000-lər bizim ailədə böyümə tərzimiz belə olub da, mütləq sinif yoldaşımızla müqayisə edilmişik, mütləq xala uşağı ilə müqayisə edilmişik. Bu kodlar beynimizə elə oturub ki, biz karyeramızda da belə eləyirik və mən bunu çox görürdüm. Məsələn, mən də düşdüyüm mühitdə, məsələn, onkologiyada rezidenturada mən özümü digər rezidentlərlə müqayisə eləsəydim, mən heç vaxt inkişaf eləyə bilməzdim. Çünki hamımız orada bir sistem vardı, o sistemə uyğun işləyirdik, gedirdik, gəlirdik. Və yaxud özümdən çox yüksəklərdən, məsəl üçün, doğrudan da artıq Almaniyada karyerasını başlayan Amerikada olanlarla da eləsəydim, müqayisə eləsəydim, yenə istərsəməz motivasiyam öləcəkdi və əslində müqayisə doğrudan da bizim beynimiz, belə deyək də, təkamüldə bizim beynimiz sosial mühitdə yaşamaq üçün formalaşır və istərsəməz bizim beynimiz müqayisə eləməlidir də həyatda sağ qalmaq üçün. Amma nəzərə alın ki, müqayisə sistemi bizə öyrənmək üçün lazımdır, inkişaf eləmək üçün lazımdır. Əgər biz müqayisə eləyib özümüzü dəyərsizləşdirirsə, qorxuya düşürüksə, bizim sistemimiz çökəcək. Və mən həmişə deyirəm, siz öz başlanğıcınızı başqasının ortası ilə və yaxud sonu ilə müqayisə edə bilməzsiniz. Çünki siz o yolun necə olduğunuzu bilmirsiniz və əslində müqayisə, yenə də deyirəm, sizin fərqli yoldan getməyinizə səbəb ola bilər. Doğru olmayan, ümumiyyətlə istənilən halda hər hansı bir müqayisə. Ona görə də həmişə özünüzə sual verin. Ətrafımda heç kim olmasaydı, heç kim mənim nə elədiyimi görməsəydi, heç kim mənim nə elədiyimi qiymətləndirməsəydi, mən nə eləyərdim özüm üçün, nə addıma atardım, onu mütləq şəkildə tapın və həyatda müqayisə ediləcək yeganə insan özünüzün əvvəlki versiyasıdır. Bu bəlkə tipik sizə cümlə kimi gələ bilər, hamı bunu istifadə edir, amma bu doğrudan da realda belə işləyir. Siz sadəcə baxmalısınız ki, mən 2 il hardaydım, 2 il sonra hardaydım. Kimsə sizdən çox uğurlu ola bilər. Məsəl üçün, bu gün mən burada Almaniyada gəlmişəm, mən hələ də yəni assistent, yəni belə deyək, rezidenturam tanıtma mərhələsindəyim, assistentəm. Mənlə yaşlı insanlar var ki, mənlə eyni ildə qutarıblar, şef ars işləyirlər və yaxud oberas işləyirlər. Bu məni heç vaxt motivasiyada salmayıb. Çünki hərənin öz karyera yolu var. Onun çəkdiyi çətinliklər başqadır, sənin çəkdiyin çətinliklər başqadır. Və amma müqayisə sizə hansı halda kömək elər də? Başqalarına baxıb ilhamlananda. Mən əslində bunu həmişə öz karyeramda eləmişəm. Xüsusən xaricə gedəndə fərqli ölkələrdən fərqli inkişaf səviyyəsində olan insanlarla rastlaşanda istərsəməz mən orada o dəqiqə ilhamlanırdım və bu mənə nəyə yol açdı? Avropa Onkologiya Məktəbi ilə tanışmağıma. Əgər burada onkologiya sahəsinə marağı olanlar varsa, düşünürlər ki, karyerasını onkologiyada davam elətdirəcəklər. Mən deyərdim ki, bu European School of Oncology, ESO, yəni burada da var. Bura mütləq olun, pulsuzdur. Orada o qədər şanslara, birinci onlayn master klasslara qoşulursunuz, sonra orada yerli master klasslar var, sonra orada postgraduate proqramlar var, müəyyən qrantlarla verirlər sizə və həqiqətən bu ESO, Avropa Onkologiya Məktəbləri, bunu belə deyək də, bu əslində firmalardan asılı olmayan bir təşkilatdır və bunu İtaliyada çox bir varlı ailə maliyyələşdirib də, elə bil ki, olan pulu qutarmır. Belə deyək ki, öləndən sonra bir insana tapşırıb, onun tarixçəsi var. O belə xüsusən də inkişaf eləmiş ölkələrdə olan insanları onkologiya sahəsində dəstəkləyirlər və bu mənim üçün, bunu mən əvvəl Avropa Onkologiya Məktəbini çox ciddi almamışdım Amerikaya gedib gələndən sonra, amma getdiyim yerlərdə burada karyerasında uğurlu olan insanlara baxdım, ilhamlandım və mən də ora müraciət etdim və deyərdim ki, mənim Almaniyama gəlməyimə səbəb olan yol əslində Avropa Onkologiya Məktəbindən keçdi və mən burada məzun oldum. İndi Azərbaycan və Almaniya üzrə ölkənin ambasador sayılıram və o ən əsası
Onlardan belə deyək də qrant aldım, hansı ki məni master təhsilimi Almaniyada tam maliyyələşdirdi. Və sonuncu dediyim kimi hər insan daxili gücünə inanmalıdır və daxili gücünü tapmalıdır. Daxili gücü bilirsiniz nədir? E, Qərar vermə qabiliyyətidir, emosiyaları idarə etmə qabiliyyətidir. Daxili güc qışqıran motivasiya deyil, əslində psixoloji davamlılıqdır. Bunu öz real təcrübəmlə deyirəm. Bəlkə məni buradan bəlkə indi siz tələbəsiz, bəlkə mənimlə yaşıd olanlar bilərlər. Mən zamanında çox qıraqdan insanlara motivasiya verən insan kimi görünə bilərdim. Doğrudan da o qışqıran motivasiya deyilən bir vəziyyət yaratmışdım. Və çox belə o inandırım sizə elə il olub ki, mən 10-11 ölkəyə səyahət eləmişəm bir ilin ərzində və oradan ora, buradan bura, buradan bura qıraqdan bu çox güclü karyera belə deyək də yolu görünə bilərdi, amma reallıq fərqli idi. Çünki mən orada hələ də nə istədiyimi bilmirdim. Hələ də belə deyək də niyə bunları elədiyimi bilmirdim. Əslində o cür qışqıran motivasiya mənim daxili belə deyək də özümü sübut eləmək ehtiyacı idi və belə bir yola çıxmaqda da nə olur? Əminəm ki, bizim gənclər arasında bu çoxdur. Mən də onlardan biri idim. Oxuyan uşaqlar arasında bu çoxdur. Müəyyən müddətdən sonra siz istədiklərinizi əldə edirsiniz və tükənirsiniz. Ondan sonra burnout-a girirsiniz. Ondan sonra sual verirsiniz ki, mən doğrudan da mən bunu istəyirdim mi, istəmirdim, yoxsa başqalarının mənə yazdığı bir yolla getmişdim. Ona görə də mütləq sakit, təşvişsiz olmağı qəbul etməlisiniz və bəzən geri çəkilməyi bilməlisiniz, bəzən səbirli olmağı bilməlisiniz, bəzən isə uğursuz olmağı, yəni mən bunu bacarmadım deməyi bacarmalısınız. Yəni bu sizi heç bir halda zəif eləmir. Və insanların gözləntisini bir kənara qoymalısınız. Siz, məsələn, çoxumuz özümüzü valideynlərimizə, digərinə sübut eləmək üçün çalışırıq və yaxud cəmiyyətə çalışırıq, müəyyən bir uğurlar qazanaq, müəyyən yerdən sonra artıq stoplayırıq. Çünki insan psixologiyası bu qaçış rejiminə uyğunlaşa bilmir. Bu bizdə xronik stres yaradır. Xronik stres nə olur? Bizim beynimiz artıq dopamini həssaslığı azalır, belə mi deyim də, tam indi izah edə bilməyəcəm və biz motivasiyamızı itirə bilərik. Ona görə də addım-addım irələmək çox addımdır və dediyim kimi, baxın, mən bu sadəcə 2 il ərzində olan mənim təkcə ESMO-dan, yəni Avropa Onkologiya Məktəbindən getdiyim yerlər idi və mən bugün yetkin bir Nərmin olaraq buna baxanda və mən düşünürəm ki, bunun özündə də bir patoloji bir vəziyyət var idi. Çünki bundan sonra həqiqətən mən uzun müddət burnoutdan əziyyət çəkdim. Və ən önəmli məsələ, hamıya dediyim kimi, addım atmaq lazımdır. Bizim beynimiz stabillikdə qalmaqdan depressiyaya düşə bilər. Yəni beynimizi siz hər addım ataraq aktiv saxlamaq məcburiyyətindəsiz. Yəni insanı mən həmişə deyirəm, mənə sual verirlər ki, Almaniyaya hazırlaşmaq istəyirəm, deyirlər imtahan belə, FSB belə, APRO belə, iş tapa bilmirəm, nə edirəm? Deyirəm mən nə edirəm? Deyirəm B2-ni al. Mənə də zamanında Almaniyaya gələndə bir kolleqam belə məsləhət vermişdi. Birinci addıma köklən, B2-ni al. Ümumiyyətlə FSB nə olacaq, APRO nə olacaq? Siz bunu düşünəndə təşviş yaranır. Yenə dedim ki, təşviş sizi motivasiyadan geri salır və ən önəmli addım atmağa qoymur. Ona görə kiçik addımla başlamalısınız ki, mən nə etməliyəm? B2-ni almalıyam. Siz B2-ni alanda sistemdə o qədər dəyişiklik baş verə bilər və yaxud görmədiyiniz elə bir insanla tanışa bilərsiniz, mentor ola bilərsiniz. O sizə elə bir qapılar aça bilər. Yəni ümumiyyətlə prosesdə qalmaq lazımdır. Nə edirəm? B2-ni alıram. FSB necə olacaq? Hansı əyaləti olacaq? Mən düşünürəm ki, Almaniyaya gedən insanlar o prosesdə bu şeyləri çox düşünməməlidir. Çox insanı yarıda saxlayan məsələlər bunlardır. Addım atmaq əvəzinə beyinlərini çox lazımsız suallarla məşğul edirlər və bu bizə nəyə səbəb olur? Addım atmayanda, ümumiyyətlə addım nədir? Yəni bir təkrarlayan addımlar atırıq və istər-istəməz beynimizdə bir sinaps, yeni sinir əlaqələri yaranır və bu bizə artıq belə deyək də motivasiyamızı daha da artırır. Addım ata bilməyən insanlar nə edirlər? Təxirə salırlar hər şeyi. Və yaxud bu çox vaxt ən çox niyə mən həmişə deyirəm, çox oxuyan uşaqlarda bəzən görürük karyerası inkişaf eləmir. Çünki onlarda çox mükəmməliyyətçi var. Mükəmməliyyətçilik bizi təxirə salmağa məcbur edir, addım ata bilmirik. Cəmaət qorxmadan irəliləyəndə biz hələ də ən uyğun, ən doğru zamanı axtarırıq. Amma inanın ki, doğru zaman heç vaxt gəlməyəcək. Həyat sizdən ümumiyyətlə tam plan istəmir, karyera sizdən tam plan istəmir, karyera sizdən ilk addımı istəyir və mən nə etdim?
Amerika artıq alınmamağını hiss eləyəndə düşündüm ki, oldu Almaniyaya gedə bilərəm, amma Ulm Universitet və Almaniyada düşündüm ki, qrantlardan necə istifadə edeyim. Ulm Universitetinin süd vəzi xərçəngi üzrə sertifikasiya proqramını bitirdim və bunu tam qrant aldım Avropa Onkologiya Mərkəzindən. Dalınca da həmin universitetdə tək Advanced Oncology üzrə 2 illik magistratura təhsilimi tam qrantla bitirdim və bu mənə bilirsiniz gözləmədiyim yol açdı. Gözləmədiyim yol hansı idi? Mən Uluma 2 dəfə gəldim və gördüm ki, mən bu şəhəri sevirəm. Buradakı mühit mənim gələcəyimdə yaşamağım üçün uyğundur və mən əslində artıq əmin oldum ki, yox, mən Almaniyaya gələcəyəmsə, mənə həmişə deyirdilər ki, mən məsəl üçün məndən soruşurlar, həmişə tələbələrdə, kolleqalarda, mən Almaniyaya gəlmək istəyirəm. Mən deyirəm ki, mənim getdiyim yol çoxundan fərqlənir də. Çünki çoxu məsələn tibb universitetini bitirir, fərqi yoxdur. Hardan istəyir, başlayır ki, əsas odur başlayım, sonra irəliyim. Bu da səhv yol deyil, bu da doğru yolda. Amma mənim artıq Azərbaycanda çizdiyim bir karyerim yolu var idi. Mən artıq bilirdim ki, mən demişdim, ya mən ora gələcəm, ya da mən gəlməyəcəm. Məsələn, mən gedib başqa bir psixologiya ixtisasında başlayıb təzədən ora keçmə, bu mənim üçün psixoloji olaraq çox yorucu bir şey olardı və mənim uşaqlarımla köçməli idim. Mən bir dəfəlik köçməli idim. Mən şəhər dəyişməyə, yeni mühitə uyğunlaşan, biraz yeni mühitə tez uyğunlaşan insan olmadığım üçün mən artıq qərar vermişdim. Mən Ulm Universitetinə gedəcəm. Və burada nə baş verdi? Mən pandemiya dövründə Avropa Onkologiya Məktəbinin bir qrantı var. Bizə 5000 evro verirlər 6 həftə və biz seçdiyimiz universitetdə gedib keçə bilərik də, belə deyək, bir kurs observership keçə bilərik və mən onu qazanmışdım. Sadəcə pandemiyaya görə təxirə salınmışdı, Şariteyə görə və Şarite Komprehensiv Xərçəng Mərkəzinə görə və mən nə etdim? Düşündüm ki, artıq bu arada onu da deyim ki, mən həmişə deyirəm, mükəmməl dil bilməyinizə də ehtiyac yoxdur. Addım atmaq önəmlidir. Mənim B2 imtahanımı mən B1 kursunu bitirmədən girdim. Çünki elə bir pauza yaranmışdı ki, Azərbaycandakı karyeramda bir 2 ay evdə oturdum və düşündüm ki, mən bunu mütləq dəyərləndirməliyim, imtahana girməliyim. Çünki işləyərək getmək çox çətin idi. Və əslində mənim Almaniyaya çox nadir insanlarda belə olur da. Yəni ki, bu şeflə danışırsınız, sizə işə götürsün. Mənim o söhbətim ingilis dilində olur və mən ilk öncə deyim ki, mən Şariteni fikri çox dağıtmayayım. Şariteni seçmədim. Niyə seçmədim? Və düşündüm ki, mən Şariteyə getsəm də, lap orada məni bəyənsələr də mən Berlində yaşamağı istəmirəm. Çünki mən ümumiyyətlə mən New Yorkda doğmuşdum, Chicago'da doğmuşdum. Mənim üçün artıq elə bir yaş dövründə idim ki, 30 yaşımda və mən düşünürdüm ki, bundan sonra getdiyim yerdə mən yaşamağı da bacarmalıyam və mən kiçik şəhər insanı olduğum üçün ona görə düşündüm ki, mən heç bir halda əgər Berlində yaşamayacamsa, mən onu dəyişim elə Ulm Universitetinə və bizim şefimiz professor Dönərə bir məktub yazdım ki, mən belə qrant eləmişəm, sizə gələ bilərəmmi? Əslində ESMO-nun siyasında bizim Ulm Universitet xəstəxanası yox idi. O dedi ki, əlbəttə gələ bilərsən. CV-mi göndərmişdim, bir gün içində mənə cavab verdi. Yəni istəyəndə demək istəyirəm ki, insana şanslar da açılır və ESMO da bununla razılaşdı. Mən getdim, 5000 evro 3 ay mənim üçün bəs idi və mən orada 3 ay qaldım. Və 3 ayın sonunda getdim özüm. Mən gözləmədim ki, şef gəlib mənə iş təklif eləyəcək. Getdim özüm şefə yaxınlaşdım ki, mən burada çox xoşum gəldi. Mən ümumiyyətlə Almaniyaya köçmək istəyirəm. Mənə şans verin. Mən bilirəm ki, alman dilim yaxşı deyil. Belkim olsa da, amma əlimdən gələni eləyəcəm. O da mənə dedi ki, biraz vaxt verdi ki, məsəl üçün 4-5 ay get ölkədə biraz da işdə təkmilləşdir. Mən sənə iş icazəsini bu vaxtdan verə bilərəm. Və mənim dövrümdə Baden-Württembergdə FSP-siz və APRO-suz işə götürürdülər. İndi amma APRO-suz yenə götürürlər, amma mütləq FSP lazım idi. Yəni tək əyalətlərdən idi ki, götürürdülər. Mən təkcə belə dedim, B2 sertifikatı ilə işə başlamışam burada. Və dediyim kimi asan da olmadı. İndi o barədə danışacağam. Çətindir Almaniyaya gəlmək, yaxşı tərəfləri də var, müsbət tərəfləri də var. Amma önəmli olan odur ki, siz nəyi istəyirsiniz, sizin üçün nə önəmlidir. İndi bunu növbəti slaydda danışacağım və bir də ümumiyyətlə burada karyerasından başlayan bütün tələbələrə mütləq məsləhət görürəm ki, heç bir karyera mentorsuz uğurlu ola bilməz. Mütləq özünüzə mentorlar tapın və onkologiya sahəsində çoxlu mentorship proqramları var dediyim cəmiyyətlərdə. Bəzisi onlayndır, bəzisi offlayndır və o mentorlar sizin həyatınızı dəyişə bilər və mən məsələn xaricdən mənim çox əlaqələrim var gənc onkologların. Onlar mənə yazırlar ki, sən mentorun kimdir? Sən şanslısan. Biz yazırıq, cavab vermirlər və s. Və əmin olun ki, heç bir mentor, bunu da burada deyim. Yəni mənim də mentorluq elədiyim insanlar olub. Heç bir mentor sizə
durub sizin karyeranızı sən bunu elə, sən bunu elə deməyəcək. Yəni buna istər Almaniya olsun, istər Amerika, istər Azərbaycan, siz addım atan tərəf olmalısınız. Siz özünüz mentorla səmimi, dürüst münasibət qurmalısınız. Özünüzü birinci real qəbul eləməlisiniz, minuslarla, pluslarla, çatışmazlıqlarla və mentorla o səmimi əlaqə doğrudan da o sizə kömək eləmək istəsin. Çünki o bu könüllülük prinsipindən olandır və olan hər biri çox məşğul insanlardır və onların vaxtı yoxdur ki, sizi kontrol eləsinlər. Bu məqaləni yazdımı, bura müraciət elədimmi? Bu sizdən gələn bir şeydir və mən yenə deyirəm bu cəhətdən həmişə şansım gətirib. İndi keçək iş həyat balansına. Almaniyaya keçməmişdən əvvəl Uğura gedən yolda mən bunu bir dəfə də çıxış eləmişdim. Ə, Ümumiyyətlə uğura fərqli yollar var. Məsəl üçün ola bilər bir insan sizi bir yerə qoya bilər, uğurlu ola bilərsiniz və yaxud özünüzü sübut eləmək üçün çalışarsınız, gecə-gündüz uğurlu ola bilərsiniz. Amma sizə əminliklə deyə bilərəm ki, uğur insan özü özünü məmnun elədikcə də daha rahat olur. Başqalarını məmnun elədikcə təqdir almaq üçün qazanılan uğurlar məndə də belə olmuşdu. Müəyyən müddətdən sonra sizi tükədəcək, motivasiyanızı salacaq və siz 3 illik pauza eləmək məcburiyyətində qalacaqsınız. İş həyat balansı çox vacibdir. Siz ola bilər indi tələbələr oxuyun. Mən sizin oxuyan vaxtınızda, amma ki o həyatı yaşamağı da qaçırmayın. Məsələn, mən çönüb tələbəlik illərimə baxanda mən düşünürəm ki, mənim tələbəlik illərim iş və universitetdən ibarətdir. Mən tələbəçilik yaşamamışam Azərbaycanda, amma tələbəçilik yaşayıb məndən də uğurlu olan insanlar var. Yəni bu mütləq iş həyat balansını oxumaq, təhsil həyat balansını mütləq saxlayın. Heç bir halda nəticəyə köklənməyin. Nəticə neqativ də ola bilər. O qədər olub ki, mən atdım. Bu arada baxın, o deyirəm mən sizə addım atın. Mən bəzən olub ki, ilk karyeramın başında 10 yerə müraciət edirdim, birində seçilirdim. Amma sonra nə oldu? CV-m aktivləşdirdikcə 10 yerə müraciət edəndə 8-də seçilirdim. Yəni nəticəyə köklənməyin. O hər nəticəyə gedən yol mütləq sizə çox nələrsə öyrədəcək. Yaxşı CV yazmağı, yaxşı motivasiya məktubu yazmağı. Ona görə mütləq o yola gedən yolu sevməlisiniz. Orada zövq alaraq çalışmalısınız. Çox karyerist olmaq sağlam psixologiya əksdir. Əgər bu gün çox-çox uğurlu insanlar görürsünüzsə, bilin ki, onun altında ciddi psixoloji mübarizələr də gedib, o yola rahat gəlməyib və öz dəyərinizi həmişə bilin. Mütləq bu Almaniyada da belədir, Azərbaycanda da belədir. Heç kim sizi qiymətləndirməyəcək durduğunuz yerdə. Siz özünüz öz dəyərinizi bilib, öz potensialınızı bilib, siz özünüz üçün doğru olan yolu, özünüz üçün doğru olan xəstəxananı, işi özünüz seçməlisiniz. Bunu nə ailədən, nə partnyordan, nə iş yerindən gözləmək doğru deyil və qızlar yəqin ki, burada çıxış eləyirlər. Deyim, ümumiyyətlə karyerada bütün qadınlara dünyada da çətindir. Hətta Amerikaya da getsəz onkologiya sahəsində, Almaniyada getsəz bu çətinliklər var. Bunu gözə almaq lazımdır və bu bir statistikadır ki, liderlik pozisiyasında Amerikada qadınlar cəmi 21% professorla 15% şöbə müdirləridir. Daha çox üstünlük kişilərdədir. Bu da normaldır, çünki fizioloji olaraq biz dünyaya başqa vəzifələr üçün, başqa missiyalar üçün gəlmişik. İndi keçək Almaniya Azərbaycan məsələsi. Mən həmişə deyirəm, yenə də təkrarlayıram, ideal sistem yoxdur. İdeal sistem sizin özünüzü xoşbəxt hiss elədiyi sistemdir. Kimin üçünsə Almaniya sistemi idealdır, kimin üçünsə Amerika, kimin üçünsə Azərbaycan və kimin üçün ümumiyyətlə həkim olmamaq daha idealdır. Ona görə siz birinci özünüz öz missiyanızı kəşf eləməlisiniz. Bu bəlkə bizə öyrədilmir. Universitet bizə sadəcə diplom verir. Heç kim, nə ailəmiz, nə universitet bizdən soruşmur ki, sən nə olmaq istəyirsən. Sən özünü nədə xoşbəxt hiss edirsən. Bəzən bəlkə bir insan həkimliyi girir, oxuyur və o dərk edir ki, mən insanları sağaltmaqdan çox, ki, məsələn, nəsə öyrədəndə daha xoşbəxt oluram. Yəni ona görə birinci başlayın özünüzə o sualları verin ki, mənim missiyam nədir? Mən hansı işi görəndə xoşbəxt oluram? Əgər tapırsınızsa ki, insanları sağaldanda, elmlə məşğul olanda, bütün günü kitab oxuyanda, gecə-gündüz kənddə bu sizi xoşbəxt eləyirsə, deməli indi doğru yoldasınız. İkinci məsələ, düşünməlisiniz ki, mənim bura potensialım varmı, yoxsa yox. Hər bir insanın mütləq şəkildə potensialı var. Sadəcə siz potensialınızı açmağı öyrənməlisiniz. Hansı sistemdə olursa olsun, sizin potensialınızı heç kim açmayacaq. Bunu siz açmalısınız. Addımlarla, gedəcəyiniz yolla və dəyişiklikdən qorxmayaraq, yəni bu potensialı siz açmalısınız. Və əgər sizə lazımdırsa, mən həmişə deyirəm,
Siz sadəcə həkimliyə yaxşı pul qazanmaq üçün baxırsınızsa, bu da normaldır. Bu da missiyalardan biri ola bilər. Pul qazanım, rahat yaşayım. Burada ayıb bir şey yoxdur. Və buna rahat yolla çatmaq istəyirsinizsə, çox yorulmadan getmək istəyirsə, Azərbaycan bunun üçün ən gözəl sistemdir. Azərbaycanda bir həkim milyonçu ola bilər, Almaniyada olma ehtimalı daha azdır. Və Azərbaycanda siz rezidenturaya girə bilərsiniz, rahat sahə seçə bilərsiniz, hansı ki, onkologiya Azərbaycanda da çətindir, dünyanın hər bir yerində çətindir. Bunun psixoloji yükü də var deyə. Və yaxud dermatologiya seçə bilərsiniz, daha çox pul qazandıran ginekologiya sahəsi seçə bilərsiniz. Hər hansı biraz pul xərcləyib hər hansı bir həkimin yanında vacib olan məqamları öyrənə bilərsiniz və Azərbaycan sistemində məşhurluğa gedən yolda olan addımları ata bilərsiniz. Siz rahat yolla Azərbaycanda pul qazana biləcəksiniz. Ailəviz yanınızda olacaq, köməyiniz olacaq. Gələcəkdə sizə ailəvizdən də dəstək olacaq, uşaqları böyütmək və s. Və ikinci məsələ, amma Azərbaycanda nə problemdir? Məni qorxudan bir şey. Məsələn, mənim üçün maddiyyat önəmli olsa da, amma o qədər önəmli deyildi. Və niyə önəmli deyildi? Çünki mənim üçün rahatlıq hər şeydən önəmlidir. Azərbaycanda həkim sistemi yəni belə deyək də, sistem həkimin üzərindədir. Yəni həkim o sistemi daşımaq məcburiyyətindədir və xəstə həkimə aiddir və həkim bütün günü o telefonlara cavab verməlidir. Xəstə ağırlaşanda tez reaksiya verməlidir. Xəstəyə nəsə oldu, şikayət edilib, biabır eləyə bilər Facebookda, nə bilim prokuratura. Bütün bu şeyləri siz gözə almalısınız. Ən tanınmış və ən varlı həkim belə Azərbaycanda bunlarla üzləşə bilirsiniz. Buna psixoloji hazırsınız yoxsa yox. İkinci məsələ, Azərbaycanda protokol boşluqları var və bu sizə fərdi risklər almağa məcbur edir. Bu nə deməkdir? Məsəl üçün Almaniyada dediyim kimi xəstə sistemə aiddir və o xəstənin müalicə qərarını sistem verir. Məsələn, onkoloji xəstədə tumor board qərar verir, biz onu icra eləyirik və sabah hər hansı bir risk olsa, o tumor board və xəstəxana o riski daşıyır. Amma Azərbaycanda belə bir şey yoxdur. Xüsusən onkologiya sahəsində və mən burada onkologiya deyəndə hematologiyanı da qatıram içinə. Çünki Almaniyada onkologiya, hematologiya bir yerdədir. Eyni şeylərdir. Yəni hansı ağır xəstələrlə işləyirsiniz, hansı ki ölümcüldür, proqnozu pisdir. Siz düşünün ki, bütün riskləri siz daşıyırsınız və təəssüf ki, burada ikinci bir məsələ var. Azərbaycanda çatışmayan cəhətlərdən biri mentalitet və bunu necə deyim, səhv anlaşılmasın, intellektual səviyyə çox önəmlidir. Almaniyadakı bir xəstə əgər gəlirsə, artıq oturub bütün internetdən araşdırıb, o bilir ki, proqnoz nədir, o bilir ki, ümumi sağ qalım nədir, o bilir ağırlaşma nədir. Azərbaycandakı xəstə bunu qəbul eləmək istəmir əksər hallarda və onun bir ifadəsi var ki, doktor, mən sənə inanıram, inşallah Allah qoysa yaxşı olacaq. Və sən o xəstəyə deyəndə ki, inşallah Allah qoysa, təbii ki, yəni biz bunu inanaraq qəbul edirik, amma statistik olaraq göstərir ki, bunun yaxşı olma ehtimalı 5% civarındadır. O onu qəbul eləmir və yaxud o zaman səni kobud həkim olaraq qəbul edir və deyir ki, mən getdim filan həkimə, mənə dedi ki, sən çox yaşamayacaqsan. Belə bir durumlar var ki, bunu məncə hər insan qaldırmağı öyrənməlidir. Və ikinci məsələ dediyim kimi emosional yükdür. İş həyat balansı Almaniyada bir cür pozulur. Almaniyada da bu qorunmur. Amma Azərbaycanda fərqli cür pozulur. Almaniyada sən şey balansı varsa, heç olmasa 8-dən 5-ə qədər də artıq işlədiyin vaxta görə pul alırsan, artıq növbələrə görə pul alırsan. Azərbaycanda belə bir şey yoxdur. Sən 24 saat xəstə üçün əlçatan olmalısan və mən düşünürəm ki, Azərbaycanda psixoloji yüklənmə daha çox olduğu üçün burnout riskimiz yüksəkdir. Almaniya sistemi nədir? Qoruyucu sistemdir, protokollar var, multidisiplinar yanaşma var. Komanda məsuliyyəti var, sən tək deyilsən. Mən bu gün 3 ambulans idarə edirəm. Mən 3 ambulansda 15 xəstə görsəm, onun birini operasiya müzakirə edə bilərəm, amma o 14-ünün də məsuliyyətini operasiya daşıyır. Çünki o məktuba qol çəkəndə mütləq şəkildə onu yoxlamalıdır və əmin olun ki, uniklinik olsa da və hətta mən işlədiyim yer Almaniyada 7 xərçəng mərkəzindən biridir, komprehensiv xərçəng mərkəzindən və burada belə o qədər səhvlər olur. Amma o səhvə görə həkim məsuliyyət daşımır. Məsələn, tumor boardda səhv qərar verilən görmüşük, müalicənin səhv verildiyini görmüşük və orada Azərbaycanda olan fantastik o reaksiyalar Almaniyada olmur. Artıq orada arxa planda nələr baş verir, onu xəstəxana məsuliyyət daşır, heç bizim xəbərimiz də olmur. Sığorta sistemi mükəmməldir. Almaniyada mən deyərdim dünyada ən yaxşı sığorta sistemlərindən biridir. Yəni Amerikada belə boşluqlar var. Ölkə hamı sığortalıdır və sığorta sənin bütün müalicələrini qarşılar. Bu sizin karyerada inkişafınız üçün də çox önəmlidir.
önəmlidir. Çünki siz ola biləcək ən son yeni müalicələri görürsünüz. Bizdə məsələn olur ki, Almaniyada belə bir şey var. Hələ Amerikada təsdiqlənib, Almaniyada hələ bu EU təsdiqləməyib, onu FDA təsdiqləyib, EU təsdiqləməyib. O zaman nə olur? Biz yazırıq sığortaya ki, belə bir yeni müalicə var. Buna görə bunu verməliyik və onlar onu təsdiqliklə alırlar. Və hətta bizdə bilirsiz necə söhbətlər gedir işdə. Məsələn, operaç gəlir deyir ki, mən o gün məsəl üçün Avropa Hematologiya Cəmiyyətində filan tədqiqatın nəticələrində filan dərman yaxşı göstərildi. Biz bu xəstəyə bunu təyin edə bilərik. Bir dənə rəy yazır, onunla da dərman verilir. Baxmayaraq ki, hələ də Avropada təsdiqlənməsi. Alt ixtisaslaşma var. Məsəl üçün biri limfomu yaxşı bilir, biri süd vəzi xərçəngin, biri kolorektal xərçəngin, ego savaşı yoxdur. Mən məsəl üçün gedib operasiya arada çaşıb zəngəni deyir, o mənə zəng elə bu bilməm, mən o mövzunu bilmirəm. Həqiqətən də bu sistem çox yaxşıdır və bu bizə bilirsiniz nəyi öyrədir burada? Mən də bilmirəm və mən bilməmək ayıb bir şey deyil. Bəzən insan bilməyə də bilər, səhv də bilər. Yəni bu bizi təcrübəsiz, bu bizi uğursuz həkim eləmir. Elmi tədqiqat, akademik inkişaf şərait var, amma ona vaxt yoxdur əslində. İndi bunu da sizə izah eləyəcəm. Və dediyim kimi həkim emosional və hüquqi qorunur. Almaniyanın dezavantajları rezident üçün nədir? Növbələr çox ola bilər, kağız işi dəhşətli çoxdur. Məsəl üçün məni burada depressiya salan məsələlərdən biridir. Biz hər xəstənin məktubunu özümüz yazırıq, epikrizini belə deyə. Məsələn, mən Azərbaycanda mənim bir köməkçim var idi. O onu yazırdı. Mən uzaq başlı deyirdim, nələrə diqqət elə yazırdı, mən yoxlayırdım və burada hər şeyi özün yazmalısan. Bu mənim üçün potensial olan həkim üçün düşünürəm vaxt etkisidir. Bürokratiya çox ağırdır. Məsəl üçün sən bir sənəd almaq üçün bəzən nə qədər gözləyirsən, bir sənəd göndərmək üçün bu insanı bəzən motivasiyadan sala bilər, amma siz bu sistemi seçəndə gözünüzü, yəni siz gözə almalısınız bunları. İkinci, onkologiya, hematologiya Azərbaycandan biraz fərqlidir. 6 ildir, siz 3 il daxili xəstəliklərdə rotasiya keçirsiniz. Mütləq intensiv şöbədə 6 ay olmalısınız. Mütləq da notafnamə, təcili yardımda olmalısınız 6 ay və dediyim kimi fərqli 3 ay daxili xəstəliklərin fərqli şöbələrində olmalısınız. Ondan sonra 3 il onkologiya, hematologiya sahəsində ixtisaslaşmalısınız. Vaxt əslində sabitdir, sürət təbii ki, şəxsdən asılıdır, amma açığı mənim uniklinikdə 6 ilə bitirən assistent görməmişəm. Biri 8 ilə bitirir, biri 9 ilə. Mən bunu indi niyə belə olduğunu başa düşürəm. Çünki mən özüm sənədlərimi təsdiqləmə prosesindəyəm. Mən bir sənəd almaq üçün öz şefimizdən inandırım sizə bəlkə bir ildir gözləyirəm. Məsələ onu vermək istəmir ha. Yəni o səndən razıdır və düşünür ki, sən o sənədi almalısan. Gah orada yazılır, deyir, yox mən qol çəkmərəm. Gah bu biri bəzən olur katibə sənədi itirə bilər. Bəzən siz belə şeylər həqiqətən burada insanları biraz tükədən məsələlərdir. Və dediyim kimi personal çatışmazlığı xüsusən də balaca klinikalarda bildiyim qədərilə çoxdur. Baxmayaraq ki, biz uniklinikdəyik, bizə tələbələr gəlir burada qalıb işləmək istəsələr belə, hətta uniklinikdə belə personal çatışmazlığını biz hiss edirik. Məsəl üçün bizim ambulansı normalda faxarçılar eləməlidir və bizdə 5 faxarç analıq məzuniyyətinə getdiyi üçün doğrudan da bu personal çatışmazlığını biz hiss edirik və bu məsələ Almaniyada ömür boyu davam edəcək deyə düşünürəm və dediyim kimi sistem rezidentlərin üzərindədir. Yəni mən istəyirəm, gedirəm 3 ay Amerikada kurs keçim, bu rahat bir şey deyil. Siz bunu əvvəldən, 1 il əvvəldən planlamalısınız. Həmin vaxt ərzində siz maaş almayacaqsınız böyük ehtimal və hansı halda maaş ala bilərsiniz ki, Almaniyada da belə qrantlar var. O qrantlar çərçivəsində olarsa siz maaş alırsınız. Yəni hətta maaş da almırsınız. Mən bildiyim qədərilə onlar sizə o qrantı verirlər. Amma normalda siz orada işlədiyiniz müddətə maaş alırsınız. İşləmirsinizsə onu mütləq siz öz şəxsi məzuniyyətinizdən götürüb getməlisiniz. Yəni bu Azərbaycandakı kimi mən müdürümə dedim, qol çəkdirdim, gedirəm 3 aylıq hansısa bir kurs keçməyə, o qədər də rahat deyil və mən bugün Almaniyada olan bir rezidentlə yəni özümü müqayisə edirəm. Mənim o gördüyüm o xarici təcrübələr, konfrans çıxışları Alman rezidenti görmür. Alman rezidenti onu bilsiz nə vaxt görəcək? 6 ilini bitirir, ucu faxarçı olur. Faxarçı olandan sonra biraz ambulansın azalda bilər. Məsəl üçün 80% işləyəcək klinikada, 20% deyəcək ki, mən research eləyirəm. O halda nələrsə eləyib, çox marağı varsa, o gedib xaricdə konfranslarda və s. çıxış eləyə bilər. Və bir də məsələn Almaniyada nə var? Sistem onsuz özü səni yetişdirir. Məsələn mən Almaniyada bir rezidentin ESMO-nun ağciyər xərçəngi kursuna getməyinə ehtiyacı yoxdur. Çünki biz onu sistem işləyə-işləyə ən son tumor borda gedərək sən onu real olaraq orada öyrənirsən və ona görə sən Almaniyada gedib şefə deyəndə ki, mən ESMO-da falan kursa keçmişəm, o deyir ki, sən ona nə ehtiyacın var? Yəni gəl burada işlə də. Yəni onlar üçün
önəmli olan odur ki, sən işini görəsən. Onlara sən işçi qüvvəsən. Bunu real qəbul eləmək lazımdır. Qəbul eləmək lazımdır. Yəni sənin gələcək məqsədlərin burada heç kimə maraqlı deyil səndən başqa və sən burada Almaniyada bir klinika üçün işçi qüvvəsən. Vaxtında işə gəlməlisən və sənə verilən işləri icra eləməlisən. Rezident maaşları düşünürəm ki, pis deyil. Təbii ki, Azərbaycanla müqayisə eləmək olmaz, amma rezident olaraq burada yaxşı maaş ala bilərsiniz. Amma mən düşünürəm Azərbaycanda ixtisaslaşmış həkim, xüsusən də savadlı həkimdirsə, artıq xəstə kütləsi varsa, öz üzərində işləyirsə, Almaniyadakı bir fəxarsın, uzmanlaşmış həkimdən daha yaxşı yaşaya bilər. Dediyim kimi, növbə və gecə xidmətləri mütləq şəkildə əlavə ala bilirsiniz. Üstünlük nədən ibarətdir? Bunu bəzi həkimlər eləyirlər. Məsəl üçün qas arts kimi, qonaq həkim kimi gedirlər başqa xəstəxanada daha yüksək pul alıb, məsələn dediklərinə görə bir növə 1000 evroya qədər pul alıb elə əlavə işləyə bilərsiniz. Bu düşünürəm gənc, subay, xüsusən də kişilər üçün çox böyük bir avantajdır. Siz rezident dövründə Azərbaycanda belə deyək də pul qazanmaq ehtimalı çox aşağıdır, amma siz Almaniyada rezident dövrünüzdə rezidenti bitirənə qədər rahatlıq özünüzə maşın da ala bilərsiniz və yaxud bir ev üçün ilkin ödənişdə yığa bilərsiniz deyə düşünürəm, əgər tək insansızsa. Kimlər Almaniya üçün uyğun deyil? Bunu əvvəldən mütləq deyirəm. Sürətli nəticə və rahat yol axtarırsansa, Almaniyaya gəlmək sizin üçün doğru yol deyil. Niyə? Çünki bürokratik məsələlər uzana bilər. O imtahan, bu imtahan, bu imtahan rahatlıqla 1-2 il bu imtahanlara vaxt itirə bilərsiniz və bu məsələn Türkiyədəki kimi deyil. İmtahandan keçdim filan yerə işə başlayıram. Bu belə getmir burada. Burada siz neçə yerə müraciət etməlisiniz, sizi bəyənməlidirlər. Ondan sonra siz işdən işləyə bilirsiniz. Yəni bu biraz sizi yora bilər. Tənqidə və nəzarətə dözümsüzsünüzsə, məncə bu yoldan çəkinməlisiniz. Və mən burada bəzi uzmanlar var idi ki, məsələn, uzmanlığı mən bura assistent kimi, yəni rezidenturamı bitirdim, həkim idim, pul qazanırdım, assistentim var idi. Və belə deyək də mənim çox rahat bir həyatım var idi. Amma mən bura gələndə getdim diz çöküb xəstə qabağında qanda almışam, EKG-də çəkmişəm, sümüyü biopsiyası da eləmişəm, lumbar funksiya da eləmişəm, hansı ki indi fəxarsı, məsələn indi eləmirəm onları ambulansı. Yəni siz burada tənqidə, sizə nəzarətə, məsələn tibb bacısı gələ bilər, sənin top təcrübən ola bilər, amma tibb bacısı gələ sənə səhvi tutub onu kobud formada deyə bilər. Sən orada mütləq şəkildə nəzakətini qorumalısan. Çünki sən gəlmisən yeni mühitə, sən o mühitə uyğunlaşmalısan. Və ikinci məsələ, mən onsuz da hər şey bilirəm düşüncəsindəsənsə, bunu çox gələn uzmanlar var, Almaniyaya gələnlər də görürdüm. Mən onlara deyirdim ki, eləməyin belə də. Yəni hər şeyi bilə bilərsən, sənin bilməyin özünə lazımdır. Sənin bilməyin o sistemin vecinə deyil. Əslində sən orada sənə tapşırılan işləri görməlisən. Bəzən o işlər sənin biliyindən aşağı olsa da sən o işi görməlisən. Sistemə yox, fərqli azadlığa öyrəşmisənsə, məsələn, Azərbaycanda bir özəl xəstəxanada flexible işləyən bir həkim qərarını dəyişib Almaniyaya gəlib 8-5 işləsə, mən əminəm ki, bu burnout-a girə bilər. Yəni bunu mütləq çox düşünüb qərar verməlidir və dediyim kimi səbir, intizam, uzun müddətli bir dəqiqə oldu, fikrim dağıldı bir dəqiqə, üzrlü sayın, elə bildim internet zəifdir. Deməli, o zaman səbir, intizam, uzun müddətli hədəfiniz yoxdursa, məncə Almaniyaya gəlmək lazım deyil. Amma öyrənən insansansa, inkişaf edirsənsə, sıfırdan başlamaqdan qorxmursansa, önəmli olaraq komanda ilə işləmək qabiliyyətin varsa, qaydaları qəbul edə bilirsənsə, disiplinlisən, gülərüzsən, Almana net deyirəm, hamını idarə edə bilirsənsə, o zaman sən Almaniyaya gələ bilərsən. Və mən həmişə bir də bizə məsələn ambulansda bəzən mənə deyirlər ki, sən ona çox yumşaq cavab verdin də, yəni sən onu yerində otuzdura bilərdin. Bəzən görürsüz məsələn bizdə tədqiqata məsul olan bir şəxs gəlib deyir ki, siz burada məsəl üçün tomoqrafiya 6 aydan bir olmalıdır, sən 3 aydan bir eləmisən. Normalda əslində bu mənim işim deyil, onların işidir. Bəzən biz bütün tədqiqatları əzbər bilmirik, girib baxmağa da vaxt olmur, tez hazırlayırıq. Məsələn, belə bir vəziyyət alınmışdı və mən ona dedim ki, doğrudan bilmirdim, oldu. Gələn dəfə nəzərəm, çox normal, sağlam formada. O da kənardan izləyən bir həkim, Alman həkim qayıtdı ki, sən ona, o sənə ilə danışa bilməzdi, gələk sən ona sərhəddini qoruyardın. Mən
bu psixologiyada olan insanam ki, mən onunla mübahisəyə girərək bir enerji sərf eləyirəm. Mənim onu özümü sübut eləməyə ehtiyacım yoxdur. Əslində dediyi şeydə səhv eləmişəm, oldu, səhvi qəbul elədim və mən enerjimi başqa yerə sərf edirəm. Və siz, yəni Almaniyada əgər siz davakarsınızsa, özünüzü sübut eləməyə ehtiyacınız varsa, məncə siz bunu bir psixoloqla, koçla işləyin, sonra Almaniyaya gəlin. Çünki bu sistemə maraqlı deyil sizin travmalarınız, maraqlı deyil sizin qorxularınız. Dediyim kimi siz rahat formada işinizi görüb, sakit formada komandaya uyğunlaşan bir insan olmalısınız. Və məncə rezidenturanı kimlər yarımçıq buraxırlar? Almaniyanı idealizə edən insanlar. Bunu doğrudan da deyim ki, ideal sistem yoxdur. Yəni ideal ölkə də yoxdur. Almaniyanın çox çatışmazlıqları var, amma dediyim kimi siz qərar verməlisiniz ki, siz nə istəyirsiniz. Mənim xarakterimdə insan sakit mühitdə, qanunların işlədiyi mühitdə və 8-5 işi olsun, yəni xəstə məsuliyyətini daşımayan mühitdə və uşaqların gələcəyi üçün etibarlı olan ölkədə işləmə mənim üçün üstünlükdür. Amma yox siz deyirsinizsə ki, mən ekstravert insanam, mən dostlarım, ailəm, qohumlar getsin, gəlsin. Yəni o zaman Almaniyaya gəlməli deyilsiniz. Çünki ilk aylarda psixoloji şok yaşayasınız, uzun müddətdə isə ciddi depressiyaya düşəcəksiniz. Tənqid mədəniyyətini yanlış anlayırlar. Çox insanlar tənqidi qəbul edə bilmirlər. Bu bizim mənə elə gəlir ki, uşaqlıqdan tərbiyələndirmə şəklimiz belədir. Mən burada uşaqlarımın böyüməsini görürəm ki, onları tənqidə necə alışdıra-alışdıra məktəb rejimindən öyrədilər. Bizdə belə olmadığı üçün biz adi bir tənqidi zamanında bu arada mən də belə idim. Biri bizə bir şey deyəndə ki, bunu səhv elədin, ürəyim döyünürdü, nə bilim ürəyimdən daş sallanırdı, sıxılırdım. Amma məsələ o tənqiddə deyildi, məsələ məndə idi. Dediyim kimi yüksək tempə, intizama öyrəşə bilmir bəzən. Bir də dediyim kimi yenə burada təklik doğrudan da hiss olunur. Əgər belə deyək də xüsusən də ekstravert insansızsa, dostlar, qohumlar bunu burada hiss edə bilərsiniz. Yəni ki, amma yenə dedim ki, bu da xarakter məsələsidir. Elə insanlar var, gəlirlər burada tez bir zamanda mühitdə yarada bilirlər. Və dediyim kimi rezidentlər burada zəiflik deyil bu əslində, psixoloji hazır olmadığınızı göstərir. Ona da psixoloji hazırlıqdan mütləq keçmək lazımdır. Ümumi unutmayın. Həmişə deyirəm, sistem sənə uyğunlaşmır, sən sistemə uyğunlaşmalısan. Xoşun gəlmirsə, hər zaman başqa alternativlər həmişə var. Yəni seçim sənindir. Və bir dəqiqə, bir digər məsələni də danışmaq istəyirəm, son yekunlaşdırıram. Mən bizim burada əgər onkoloq olmaq istəyənlər gələcəkdə və yaxud onkoloqlar varsa, mən Almaniyaya gələndə gənc onkoloqlar qrupu yaratdım. Biz burada qrantları bizim komanda maksimal dərəcədə çalışır paylaşsın ki, məsələn bəzən bir insana çətindir də girsin, hamısından axtarsın. Orada qrantlar olur, müraciət edə bilərsiniz və seçilə bilərsiniz. Və mən çox özümdən belə deyə xoşbəxt hiss eləyirəm və qürur duyuram ki, mən Azərbaycanda bu yolu başlatdım və məndən sonra hər hansı gedən rezident olsun, həkim olsun, mən çox sevinirəm ki, doğrudan da mən insanlara onu göstərə bildim ki, əslində düşündüyünüz kimi çətin deyil, mükəmməl ingilis dili bilməyə ehtiyac yoxdur, sadəcə addım atıb getmək lazımdır. Və bununla başladığımız bir hobbi olaraq, maarifləndirmə olaraq başladıq. Bu qrup qalır və biz burada bir qrup yaratdıq, hansı ki biz burada artıq həkimlərə karyerasında doğrudan da peşəkar dəstək veririk. Sosial media, onkologiya, hematologiya sahəsindən gedir söhbət, digər sahələr məsuliyyətini götürmürəm. İngilis dili öyrədirik və həmçinin fərqli kurslar təşkil edirik, elmi məqalələr yazmaqda, prezentasiya hazırlamaqda kömək edirik. Artıq belə deyək də bu rəsmi şəkildə qeydiyyatdan keçmiş bir şirkətdir. Azərbaycanda tam qayda qanunla işləyirik və komandamız var və bunu çox məlumat verməyəcəm sizə və nəyi demək istəyirəm? Kim ki tələbələr, çünki mənim komandamda olan əsas işi görən bir kolleqamız indi onkologiya rezidenturasındadır və o hətta qanuni şəkildə də işləyə bilərlər. Yəni rezidenturada olanlar ikinci bir əlavə iş kimi və o tələbə vaxtı bu qərarı vermişdi. 6-cı kursunda bilirdi onkologiya, gəldi bizlə işlədi və hələ də bir yerdə işləyirik. Və kim ki burada düşünür ki, mən oradan da onkologiya və yaxud hematologiya sahəsində karyeramı davam elətdirməyi düşünürəm, bizim CV-nizi göndərə bilərsiniz mənə.
Doğrudan da işçi axtarırıq, çünki işlərimiz böyüyüb çatdırmırıq. Burada mənə yaza bilərsiniz. Nərmin Məcid Asır bu Instagramımdır ya da bu e-mail adresinə CV-nizi göndərin. Vacibdir mənim üçün ingilis dili səviyyəsini bilmək mükəmməl lazım deyil, amma ən azı tibbi mətni belə deyək ki, atanda ChatGPT tərcümə edir, sonra müqayisə eləsin, görsün ki, o doğru tərcümə edib yoxsa yox da. Yəni o dərəcədə ingilis dili bilməyi, yəni ən azı B1 səviyyədə bilməyi vacibdir. Burada siz maaş alacaqsınız təbii ki və ən əsası doğrudan da mən hamıya işləyənlər, mənlə komandamda olanlar bilir, mentorluq da eləyəcəmsə, yol da göstərəcəm, motivasiya da eləyəcəm və əslində bu sizin gələcəkdə özünüzün də inkişafınız üçün önəmli olacaq bir yerdən başlamaq. Yəni hamımız mütləq həmişə bir yerdən başlamışıq. Kim istəsə oradan yaza bilər tələbələrə də müraciətim və fleksibledir, evdən oturub işləyirsiniz. Yəni onlaynda bütün işlərimiz. Kim istəsə buradan da elan verim, bəlkə bizə köməklik eləyərsiniz. Demək istədiklərim bu qədər. Təşəkkür edirəm. Bir dəqiqə mən işığı yandırım, sonra da kameranı yandırım. Oy. Çox sağ olun doktor. Həqiqətən çox möhtəşəm webinar idi. Sonunda da elə bir təkliflə belə deyək, bu şəhəsəri tamamladınız. Bizim indiyə qədər keçirdiyimiz ən faydalı webinarlardan biri oldu. Çox sağ olun. Mən də kiməsə nəsə yol göstərirəmsə, işıq tuturamsa, motivasiya verirəmsə, həqiqətən bu məni həmişə xoşbəxt eləyir və yəni nə yaxşı ki və yəni qoşuldum, təcrübələrimi bölüşdüm. Və burada da Minnətdaram. bir dənə canlı da onu bildirim ki, həqiqətən mən əminəm burada gələnlər qərar verməyən insan çoxdur da, böyük ehtimal ona görə gəlir bura və inanın ki, bu qərar ölkədən asılı deyil, bu qərar nə bilim ixtisasdan asılı deyil, bu qərar sizin psixoloji durumunuzdan asılıdır. O dediyim etapları mütləq bir də özünüz üzərindən keçin, özünüzdən danışın və başa düşün ki, sizə bu yolda çətinlik yaradan hansı psixoloji maneələr var və onu eləmək üçün hansı addım ata bilərsiniz və mən düşünürəm ki, hətta bugün gedin ilk o addımı atın. Və yaxud bəzən o bir dənə hansısa mentora məktub yazmaq olar və yaxud hansısa bir yerə CV göndərmək olar və yaxud hansısa bir kursa yazılma artıq sizin beyninizə o siqnalı verəcək ki, artıq bu başladı və dalı da gələcək. Yəni mən öz karyeramda elə görmüşəm. Mən 2015-ci ildə Amerikaya CV göndərəndə ingilis dilim heç o qədər də yaxşı deyildi və mən indiyə qədər də xatırlayıram. Mənə dedilər ki, zəng eləyəcək, ingilis dili yoxlayacaqlar. Mən təxmin edirdim nə suallar verə biləcək. Onu o qədər danışmışdım ki, onlar mənə demiş ki, sənin nə gözəl ingilis dilin var və eyni şey də Almaniyaya gələndə də olmuşdu. Yəni mən qorxmamışam. Öz əksikliklərimi bilib qəbul eləmişəm, mükəmməl olmağa çalışmamışam və necə oldu? O seçiləndən sonra gedənə kimi oturdum sürətli ingilis dilimi biraz da təkmilləşdirdim. Eyni qaydada Almaniyaya gələndə bu gün mən bura işə başlamışdım sentyabr 2022-də, dekabrın 2-3 ay sonra da mənim FSB imtahanım idi. Mənim o beraatçım gəldi ki, sən çox təcrübən var, sən çox yaxşı işləyirsən, biz istəyirik də, mənim müqaviləm 6 ay idi, çünki FSB-ni verməli idim ki, uzatsınlar və mənə qayıtdı ki, mən Nərmin çox narahatam sənin alman dilinə, sən o imtahanı keçməyəsən, amma bizə sən lazımsan da işçi kimi. Mən ona qayıtmışım ki, əmin olun da mən indiyə qədər heç bir imtahandan uğursuz olmamışam, oturub hazırlaşıb keçəcəm və mən bunu kompleks eləmirdim. Mən bilirdim ki, oldu. Mən dili çox qısa zamanda öyrənmişəm, çünki Almaniya sonda gəldi də planlarımda və bu gün də əksikliklərim var. Məsəl üçün bəzi əksikliklərim var. Bu normaldır. Dili heç bir halda kompleks eləməyin. Sizi qabağa verən həmişə də deyirəm, nə savadınız, nə mükəmməl dilbi. Bunlar yardımcı vasitələrdir. Sizi karyeranızda önə atdım. Birinci özünüzün daxili gücünüzdür, özünüzün çalışqanlığıdır, bir də xarakterinizdir, insanlarla qurduğunuz münasibət. Ona görə ay dili yaxşı bilmirəm, ay mənim bu sahədə təcrübəm yoxdur. O qədər hekayələr danışa bilərəm ki, məsələn bir də məsələn deyirəm mən bu ixtisasa yer tapa bilmərəm və yaxud burada çətindir rəqabət. Bu məsələləri kənara qoyun. Addım atın, inanın ki, arxası gələcək. Çox sağ olun doktor, dəyərli məsləhətləriniz üçün. İştirakçıların sualları var idi. Kim istəyir səsli formada deyə bilər. O vaxta qədər mən chatda yazılanları oxuyum. Xatırladım mövzumuz Almaniyada onkologiyadır. Ona görə başqa sahələrdən çox sual verməməyə çalışın. Ben bir E, daha suallara baxdım. Bir hə, dəqiqə.
Evet, ya çok sağ olun. Adı cerrahi rezidentiyim. Adım atma həvəsim və motivasiya hər şey sonra. Okey. Çok sağ olun. Okey, bunu başa düşdüm. Çok sağ olun. Siz də sağ olun. Ama yəni bir növbədə normal sayda necə xəstə görmək olar? Üstün cəhətləri nədir? Yetişkin uzman haranı seçsə daha yaxşı olar. Bu baxır siz harda işləyirsiniz? Çox yerdən asılıdır. Mən bir dənə onu öz təcrübəmdən deyim ki, Almaniyada belə bir şayiə var ki, unikliniklərdə iş çoxdur. Amma mənim fikrim budur ki, uniklikdə iş çox da olsa, uniklikdə formalaşmış bir sistem var və sən növbədə yorulmasan. Məsələn, onkologiya sahəsində bizim də mənim ayda biz öz şöbəmizdə olanda bəzən rotasiyaya gedəndə fərqli olur sistem. Amma bizə həmişə deyirlər ki, siz orada lüksdasınız da. Bizim ayda bir dəfə, maksimum 2 dəfə növbəmiz olur və növbə bilsiz biz 6 stasiyana baxırıq. 6 stasiyana ortalama yəqin ki 60-70 bəlkə xəstə olar, amma bilirsiniz sistem necədir? Stabil xəstələrə baxırıq və xəstə ağırlaşan kimi biz onu mütləq köçürürük intensiv şöbəyə yaxud da digər bir şöbə var, ora köçürürük. Yəni bu sizin harda işləməyinizdən asılıdır. Cərrahi sahədə vəziyyət necədir? Mən onu deyə bilmərəm. Cərrahi onkologiyada cərrahlar bəlkə daha çətindir deyə bilməm, amma mən yəni medikal onkoloqa işlədiyiniz yer çox önəmlidir. Ona görə çox olar, az olar, çatdıraram məsələlərinə baxmayın, çünki hara düşəcəksiniz bilmirsiniz. Türkiyə ilə Almaniyanın üstün cəhətləri nədir? Türkiyə ən azı dil problemi daha azdır. Mən bunu baş düşürəm. Mentalitet söhbəti uyğundur. Və Türkiyədə amma bir məsələ var ki, mən düşünürəm cərrahidə Türkiyədə mobbinq daha çoxdur. Almaniyada açıq mobbinq yoxdur. Yəni kim nə qədər də desə ay millət fərq qoyur, belədir, belədir. Çox vaxt o insanların özlərinin xarakterindədir. Özləri belə deyək də o yolu başladılar. Amma normalda mobbinq açıq mobbinq Almaniyada yoxdur. Çünki bu qanunla tənzimlənən bir şeydir. Heç kim o riski alıb sizə açıq mobbinq eləyə bilməz. Yenə də dediyim kimi mənim təcrübəm sadəcə bir yer görmüşəm, unikliklərdəndir. Yəni digər yerlərdə necədir bilmirəm. Bir də ki, ürək damar cərrahisini də yenə deyə bilmərəm, amma belə bir yanlış anlayış var ki, bilirsiniz, mən təkcə bu Almaniyada belə deyil, əmin olun Türkiyədə də belədir. Türkiyədə Hacettepe'nin yetişdirdiyi bir onkoloqla digər bir hardasa yetişdirdiyi onkoloq arasında fərq olur. Oradakı hocadan da çox şey asılıdır və yaxud insanın özündən də asılıdır. Ona görə məncə o məsələ Türkiyədə də Almaniyada da eynidir. Hara düşməyiniz önəmlidir, kimin yanına düşməyiniz önəmlidir. Amma yadınızda saxlayın, Almaniya sizi yetişdirməsə heç vaxt o diplomu sizə vermir. Yəni istənilən halda bəlkə 6 ilə yox 8 ilə yetişəcəksiniz, amma siz mütləq yetişməlisiniz ki, o diplom sizə verilsin. Ona görə məncə bu mifdir ki, Almaniyada cərrahlar yetişmirlər. Məsəl üçün ən gözəl əməliyyatlar Almaniyada olunur. Yəni demək ki, o sistem o cərrahları yetişdirib də. Mən belə düşünürəm. Yəni bu mənim şəxsi fikrimdir. Bu sayca yayda çəkəcək. Hospitasiya ilə bağlı həqiqətən mən yenə də deyirəm, mənim yolum çox fərqlidir. Mənim fikrimi soruşursa, dayanmadan məktub yazın hər yerə və bir də standart məktub motivasiya yazmayın da. O heç kimə maraqlı gəlmir və mən sizə əmin edim ki, çox xəstəxanada o spama düşür və heç kim ona durub baxmır da. Yəni siz çalışın birbaşa şefin e-mailini tapın və çox səmimi bir giriş verin. O çox önəmlidir yazdığınız məktub. Biri var, salam, mən filan kəs, nə bilim, nə, o artıq onu oxumur, qoyur da. Amma siz necə edə bilərsiniz? Məsəl üçün, hansı özünüz xəstəxananı seçin. Birincisi, məncə çox yerə dağılmaq lazım deyil. Xəstəxana seçəndən sonra araşdırın, o bir şefi görünən nə ilə məşğuldur və birbaşa o xəstəyə, şefə səmimi, real məktub yazın ki, o inansın ki, doğrudan da sizin gəlmə motivasiyanız. Çünki ona çox yazanlar olur və o bilir ki, çoxu da standartdır, şirkətlərdən gəlir. Məsələn, bizim Uniklinik onu bildi də, yaxınlardakı şirkət belə-belə göndərir. Ona görə mən yenə də düşünürəm, mən bilmirəm harda hospitasiya olar və olmaz, amma ki, yaxşı olar ki, hamısına yazın. Yəni, pes etməyin də, belə deyək. Mən qısa bir əlavə etmək istəyirəm, üzrlüsən. Bizim bu yaxınlarda Almanya hospitasiya ilə bağlı vebinarımız da olacaq. Buradan elanını verim. Həmin vebinarda həkimin gözündən hospitasiyadan danışacağıq. Yəni normalda tələbələrdən danışırıq, amma Almaniyada işləyən həkimin gözündən hospitallar necə görünür? O barədə də vebinarımız olacaq. Oldu. Yəni, məncə orada daha faydalı olar.
Çünki bizdə Azərbaycandan, bu arada mən o Uniklinikdə birinci Azərbaycanlı idim. Məndən əvvəl türk olmuşdu. Onunla çox pis təcrübəsi vardı. Bizim şef türklə Azərbaycandan qatmışdı və hətta mənə demişdi ki, mən biraz ehtiyat edirdim də. Yəni ki, bax çox önəmlidir. Ona görə həmişə deyirəm ki, getdiyiniz yerdə ölkəni yaxşı təmsil edin ki, sizdən sonra gələnlərə də yol açılsın. Və o mənə demişdi ki, ona pis təcrübə yaşadı. Düşündü ki, sənlə də belə olar, amma mən ona başa saldım ki, yox da biz tamam başqa ölkəyik və mən ona görə də bizə gələn hospitant görməmişəm. Amma aprobasiyası olan, belə deyək, bizim Uniklinikdə aprobasiyası olan, dil biliyi yaxşı olan, başqa xəstəxanada artıq işə başlayıb təcrübə keçən digər ölkələrdən, Kolumbiyadan var həkim, sonra İtaliyadan var, elə bir həkimlər var yəni. Amma onlar da çoxu hospitasiyasız gəlirlər, artıq başqa yerdə təcrübələri var. Sosial təcrid, izolyasiya əleyhinə mən də mübarizə aparıram, amma məndə vaxt yoxdur deyə mən ümumiyyətlə belə deyək, daha çox təkliyi xoşladığım üçün mənə elə gəlir bu ölkə mənim ruhuma uyğundur. Amma bilmirəm, həqiqətən çünki bunlarda baxıram, yəni almanların özü də, yəni bir-birləri ilə də çox vaxt keçirmirlər. O barədə heç bir məsləhət verə bilməyəcəm, çünki bu mənim ruhuma uyğun bir durumdur da. Yəni maksimal dərəcədə hamı ilə sərhədli, təkliyimdən xoşbəxt olan adamam. Amma mən düşünürəm ki, ekstravert insanlar üçün çətindir. Onu mənə elə gəlir, təcrübəsi olanlara soruşun. Bu yol Almaniya, hə, bunu çox önəmli vurğulayım. Mamoloq olmaqlar. Baxın, mən Azərbaycanda süd vəzi xərçəngi, Almaniyada süd vəzi xərçəngi üzrə sertifikasiya proqramı qurtarmışam və mən bu gün burada hələ ki süd vəzi xərçəngi xəstələrinə baxa bilmirəm. Çünki süd vəzi xərçənginin həm tibbi onkologiyası, dərman müalicəsi ilə, həm də cərrahiyyəsi ilə məşğul olur ginekoloqlar. Ona görə həmin insan nə etməlidir? Getməlidir ginekologiya rezidenturasını keçməlidir, orada doğuşu öyrənməlidir, hər şeyi öyrənməlidir. Ondan sonra istəsə süd vəzi cərrahiyyəsi üzrə və yaxud da əlavə burada bir sertifikasiya var. Ondan keçib süd vəzinin kimyoterapiyası ilə məşğul ola bilər ya da mən mənə belə deyiblər, amma hələ o mənim təcrübəmdə olmadığı üçün deyə bilməm. Gələcəkdə amma planlaşdırıram. Mən buradan fəx artımı alandan sonra belə bir təcrübəm olduğu üçün gedib hansısa bir praksisdə ancaq süd vəzi xəstələri ilə də məşğul ola bilərəm. Amma yenə deyirəm, sıfırdan başlamaq istəyirsinizsə, bu ginekologiya üzrə rezidenturadır. Tibbi onkologiya nədir? Onu deyim sizə. Medical oncologist deyirlər. Onkologiya və surgical onkologist, cərrahi onkoloq, tibbi onkoloq, bir də şua onkoloqu var. Cərrah cərrahiyyə ilə məşğul, tibbi onkoloq onkoloji xəstələrə, xərçəng xəstələrin dərman müalicəsi ilə məşğul olur. Ya cərrahi əməliyyatdan əvvəl, ya sonra kimyoterapiya, immunoterapiya, tablet formalayan bütün dərman müalicəsi ilə məşğul olan medikal onkologist, yəni tibbi onkoloqdur. Bizim Azərbaycanda kimyoterapevt deyək. Bir də şua terapevti var. O da Almaniyada da tamam ayrı ixtisasdır və Azərbaycanda da onun rezidenturası ayrıdır və səhv eləmirəmsə o 3 il ya da 4 il davam edir. Yox, dediyim kimi, hə, indi onu da unutdum. Almaniyada yan dal getmir. Türkiyədə yan daldır. Türkiyə ilə Amerikada yan daldır. Siz 3 il oxuyursunuz daxili xəstəliklə, internal medicine, sonra keçirsiniz onkologiya məsələn Amerikada ya onkologiya oxuyursunuz, Türkiyədə də belədir, ya da hematologiya. Bu yan dal kimi oxuyursunuz. Amma Almaniyada necədir? Bunu hamısını birləşdiriblər. 6 illik rezidenturadır. Siz burada həm onkologiyanı öyrənirsiniz, həm də hematologiya öyrənirsiniz. Qəti bəyəndiyim sistem deyil. Çünki çox mənasız gəlir. Sən ağciyər xərçənginə baxa bilirsən, öyrənməlisən, sarkomaya baxmalısan, bir yandan da sən sümük transplantasiyası, kəskin leykozlar və yaxud da anemiyalar öyrənməlisən. Həddindən artıq çox yorucu bir sahədir. Amma sizi real inandırım ki, mən yaxınlarda bu mənim karyer yolu gözümün qabağında oldu. Bir Alman kolleqam qurtardı, fəx arç oldu və operasiyaya oldu. Çünki yer açılmışdı bizdə. Məsəl üçün onu bizə qoydular ağciyər xərçəngi üzrə mənim olduğum poliklinikada operasiya. Çünki həmin operasiya getmişdi. Amma o qız özü də boyuna alır ki, o heç vaxt rezidentura dövründə ağciyər xərçəngi xəstələri görməyib. İndi yetişir o üzrə. Baxmayaraq ki, operasiyadır. O məsəl üçün indiyə qədər daha çox olmuşdu ümumi hematologiyada, yəni anemiyalardır, laxtalama problemləridir. Yəni dediyim kimi hamısını onsuz da rezidentura dövründə siz mükəmməl öyrənməyəcəksiniz. Almaniyada mümkün deyil. Elə Almaniyada rezidentura dövründə artıq sizdə belə deyək də, artıq alt ixtisaslaşma baş verir. Sizə harda çox ehtiyac olursa, o xəstələri çox görürsüz, orada daha çox ixtisaslaşırsınız. Bir də Almaniyada problem nədir? Məsəl üçün böyrək xərçəngidir, prostat xərçəngidir,
uroloqlar məşğul olurlar və yaxud beyin xərçəngidir, glioblastomadır, nevroloqlar məşğul olur, nevropatoloqlar, neyrocərrahlar məşğul olurlar, ginekoloqlar, ginekoloji xərçənglə süd vəzi ilə. Bu biraz belə deyək, köhnədən qalan sistemdir. Mən bunu əslində doğru saymıram. Yəni məncə bu onkologiyanın belə deyək, Almaniyada bu rezidenturanın çatışmazlıqlarından biridir, qeyd eləmədim. Amma nəyə deyirəm? Əgər hematologiya üzrə ixtisaslaşmaq istəyirsə, limfomadır, miyelomada Almaniya doğrudan da mükəmməl sistemdir. Yəni burada hematologiya üzrə daha yaxşı ixtisaslaşa bilirsən. Nəinki solid onkologiya, yəni ağciyər xərçəngidir, sarkomadır, nə bilim, mədə-bağırsaq xərçəngidir. Amma mənim üçün bu uyğun sistemdir. Çünki mən solid onkologiyanı onsuz Azərbaycanda yaxşı bilirdim. Mən gəldim burada hematologiyanı öyrəndim. Medikal olduqca cərrah olaraq necəsə davam edə və ötmə və sin gödək həsab. Yox, Azərbaycanda olar. Azərbaycanda mən məsələn bu gün Azərbaycandan aldığım rezidentura diplomunla gedim və deyim ki, gedim hansısa bir cərrahi yanında süd vəzi cərrahiyyəsini öyrənim və deyim artıq mən süd vəzi cərrahı olmaq istəyirəm, ola bilirəm Azərbaycandakı diplomla. Amma Almaniyada olmursuz. Almaniyada mütləq cərrahiyyə rezidenturasına yenidən başlamaq lazımdır. Və bir də burada deyim, bax həmişə deyirəm, qərar verə bilməyəndə mütləq hardansa başlayın. Mən universiteti qutaranda hələ əmin değildim ki, mən cərrahmı olmaq istəyirəm, tibb onkologmu yoxsa hematologiyada həvəsim var idi və əslində dəri dermatologiyada həvəsim var idi və inan ki, düşünməyə də vaxtım yox idi də, elə bir dövr, həyatımın elə bir dövrü idi və düşündüm ən gözəl sahə onkologiyadır Azərbaycanda. Çünki oradan istəsən hematologiya ilə də məşğul ola bilirsən. Oradan cərrah da çıxar. Orada istəsəz medikal onkoloq da ola bilər. Hətta nə bilim çox marağınız olsa ancaq dəri şişlərini kəs, elə bunlarla da məşğul ola bilərsiniz. Ona görə Azərbaycanda onkologiya rezidenturası sizə çox geniş qapılar açır əslində o cəhətdən. İndiki tələblərdə nəyə fokuslanardınız? Mənə elə gəlir ki, tam açıq bu sözü dedim və yaxud orada bir ifadə işlədim ki, xəstə müalicə etməkdən çox öyrətməyi bəzi insanlar xoşlayır. Məncə mən də o insanlardan biriyəm. Yəqin ki, tələbəlik illərimə qayıtsaydım, gedərdim xaricə, PhD elmlə məşğul olardım, həkimliklə məşğul olmazdım. Siz həkim Hə, niyə deyirəm? Çünki elə insanlar var, siz o sualı özünüzə də belə verə bilərsiniz. Bu sizi pis və yaxşı insan eləmir. Elə insanlar var ki, məsələn, gəlir xəstə müalicə edir, məsələn, onkoloqlar görürəm, məsələn, onu paylaşırlar da ki, mən xəstə müalicə elədi, xəstə 5 il yaşadı, 10 il yaşadı və yaxud nə elədi. Orada bir ülvi hissləri hiss eləyirlər və onlara doğrudan da xoş motivasiya verir. Amma mənim xarakterli insan isə, məsələn, mən gələndə xəstə sağalıbsa, mən bunu statistik ola baxıram. Mən həkim olaraq işimi doğru icra elədim, biliklərimi doğru istifadə elədim, səhvə yol vermədim. Gerisi qalan statistik bir şeydir də. Yəni indi Allah inananlar üçün mən də inanaram. Yəni onun şansı gətirdi deyə düşünürəm ki, o daha çox yaşadı. Yəni mən buna bu cür baxıram. Burada belə baxın, məsəl üçün bəzi insanların həddindən artıq xəstə ilə empatiya qabiliyyəti var. Məsəl üçün bu siz onkologiya sahəsində işləyəcəksinizsə, bu empatiya sizi doğrudan çox geri sala bilər. Bax, buna da mütləq diqqət eləməlisiniz ki, mən nədən qorxuram, nələr məni yüklənər, psixoloji tərəfləri nədir? Məsəl üçün, mən xəstəylə həmişə Azərbaycanda da, Almaniyada həmişə xəstədən feedback almışam ki, çox pozitivəm, çox yaxşı danışıram, çox onları hiss edirəm, amma realda isə mən realda bir həkim olaraq bu sadəcə mənim işimin bir parçasıdır. Mən buna sanki bir protokolu icra edirəm. Mən o xəstənin heç vaxt duyğusuna və dərdinə girmirəm. Amma elə həkimlər var ki, oradan doğrudan ülvi hisslər alır. O daha çox xoşbəxtdir. Ona görə mən düşünürəm ki, mən tələbəlik illərinə qayıtsaydım, yəqin ki, tibblə məşğul olardım, amma ya PhD eləyib hansısa bir laboratoriyada akademik işlərlə məşğul olardım, nəinki xəstə müalicə eləmək. Cərrahi onkologiya var, Azərbaycanda var. Onkologiyaya girib birbaşa cərrahiyyə ilə məşğul olsa, digər ölkələrdə yoxdur. Və digər ölkələrdə mütləq cərrahiyyəni ümumi öyrənirsən, sonra cərrahi onkologiya üzrə ixtisaslaşırsan. Məncə digər ölkədə cərrahi onkologiya sahəsi daha uzun bir prosesdir. Siz mən burada mama operator olub Bakıda işləyə bilərəmmi? Çünki fakt onu bilmirəm. E, Məncə işləyə bilərsiniz. Siz Səhiyyə Nazirliyindən onu tanıdıb işləyə bilərsiniz, amma bu qayda qanunları mən bilmirəm. Yəni Azərbaycanda biraz o fərqlidir. O suala yəni məntiqlə işləyə bilərsiniz, amma reallıq necədir bilmirəm.
ümumi cərrahi seçirsə, onkoloq seçməli. Yəni bunu da cavab verəməyəcəm. Yəni çünki mən medikal onkoloqam. Onkoloq cərrah olmaq üçün ümumi cərrahiyyəni seçib sonra onkologiya seçməliyəm yenicə. Amma mən düşünürəm ki, siz cərrahiyyəni seçirsiniz. Onsuz da ümumi cərrahiyyənin daxilində onkoloji əməliyyat eləməklər də var. Yəqin ki, orada artıq siz ixtisaslaşacaqsınız da. Yəni avtomatik olaraq ki, mən məsəl üçün nə bilim bizdə məsəl üçün uniklikdə belədir. Qara cərrahiyyəsindən bir operasiya məşğul olur. Mədə cərrahisinin bir məşğul olur. Amma mən əminəm ki, o rezidentlər o əməliyyatdan hamısını bilirlər. O deyəsən keçən ildən Azərbaycanda da onkologiya cərrahi tərəfindən işləmək üçün ümumi cərrahi oxumaq lazımdır. Məncə yox, çünki hələ də onkologiyada bu sahə üzrə rezidentlər var, amma onu o indiki rezidentlər bilə bilər. Mən bilmirəm onu. Onkologiya ixtisası rezidenturanı bitirdikdən sonra onkoginekoloq Almaniyada onkoginekoloq olaraq necə daha yaxşı inkişaf edə bilər, nə etmək, hansı da siz sıfırdan başlamalısınız. Çox təəssüf ki, bu belədir. Bizim bir onkoginekoloqumuz var idi. Milli onkologiyada çox tanınan həkimlərdən biri idi. Çünki o Azərbaycanda onkologiya ixtisasını seçmişdi. Bunun ginekologiya ilə heç bir aidiyyəti yoxdur. Ona görə o yəni xanım özü yaşı da var idi. Gəldi burada sıfırdan ginekologiya ixtisasını başladı. Siz nə edə bilərsiniz? Məsəl üçün siz oradakı təcrübənizi, məsələn, neçə ilinizi oxumusunuzsa, məsələn, 5 ilmi, 6 ilmi, onu Almaniyada tanıdıb daha çox maaş ala bilərsiniz. Bu var, yəni ki, sizi təcrübəli həkim kimi daha çox işə götürə bilərlər, iş şansınız çoxdur, maaşınız çoxdur, amma siz o fəxas diplomunu almaq üçün mütləq eyni qaydada hamı kimi FSB verməlisiniz, APRO verməlisiniz və sıfırdan ginekologiya üzrə rezidenturanı başlamalısınız. Sadəcə abdominal, onkocərrah dediyim kimi onkocərrah burada belədir də, uroloqlar uroloji xərçənglərlə məşğuldurlar, torakal cərrahlar torakoloji əməliyyatlarla məşğuldurlar. Abdominal ümumi cərrahlar isə visceral xirurqlar deyirlər də, onlar da abdominal onkologiya ilə məşğuldurlar. Bir doktor sistemin hər şeyə qərar verməsi sizin həkimlik tatmininizi azaltmır. Amerikada daha sərbəstlik vardı. Amerikada, yox, mən düşünmürəm daha sərbəstlik var Amerikada. Amerikada iş yükü daha çoxdur. Sizin tətilləriniz daha azdır. Məsələn, Almaniyada bizim 30 iş günü, bu hardasa 6 həftə. Sizin rezidentura ilinizdən asılı olmayaraq hamının 6 həftə tətil imkanı var. Bizim məsələn şöbədə 3 gündə əlavə verirlər Fortbildunga, təlimlərə. İndi xəstə yazdırmaq və s. də olur. Yəni Almaniyada bu şeylər daha yaxşıdır, nəinki Amerikada. Amerikada səhv eləmirəmsə 2 ildir, 2 həftədir analıq məzuniyyəti problemlidir Amerikada. Yəni belə deyək də, Almaniya Amerikadan qat-qat sosial ölkədir, iş-həyat balansı qat-qat Amerikadan yaxşıdır. Mənə həmişə deyirlər, Amerikaya mı başlayım, yoxsa Almaniya? Əgər siz rezidenturanı qurtarmısınızsa, ailəli deyilsə, uşağınız yoxdursa, sosial dərdiniz yoxdursa, gedib Amerikada daha belə deyək də top yerlərə çata bilərsiniz. Mən məsəl üçün bir də bunu deyim mentorlarla bağlı. Məsələn, mən bu gün mənim magistraturamda elmi işim var idi. Mən onu uniklikdə adam tapmadım, mənə dəstək versin. Əslində özüm yazırdım da, yəni onlar çox mentorluqda heç yaxşı deyil. Əslində bunun səni xoşlayıb xoşlamamaqla da əlaqəsi yoxdur. Məsələn, onlar mənim həkimliyimdən məmnundular. Sadəcə olan həvəsi yoxdur da. Amma mənim bir Amerikada oturan mentoruma yazdım. O da miyelom sahəsi üzrə mütəxəssis idi və o mənə tam dəstəklədi, tam təmənnasız da. Yəni Amerikada o əlaqələri yaxşı qurub, networking qurub, daha çox qabağa getmək, daha çox tədqiqatlarda iştirak etmək, daha top karyera qurmaq, daha tanınmaq çox yaxşıdır. Məsələn, sosial şəbəkələrdə Amerika həkimləri çox aktivdir. Almaniyada hər sosial şəbəkədə aktivliyi bir cür yozulur. Almaniya biraz hər cəhətdən qapalı ölkədir. Yəni özlərinin bir strikt qanunları var. Onlara uyğun olmalısan. Çox fərqlilik istəyirsən, fərqli bir yolla getmək istəyirsənsə, Almaniya səni biraz baskılayan sistemdir. Yəni Almaniya sizi o sistemi işləmək üçün yetişdirir. Amma Amerikada siz özünüz sistem yarada bilərsiniz. Siz böyük bir işlər görə bilərsiniz. Bu mənim düşüncəmdir. Yox, fəxarçı olduqdan sonra siz özümüzü ora aid hiss etsə, ölkəyə qayıdıb həmin o özəl klinika həkimi ola bilərik. Türk həkimlərində əsirlik hiss edir. Yox, qətiyyən. Baxın, siz türk həkimləri gözünüzdə çox böyüdürsünüz. Orada da məsələ bilirsiniz nədir? Hər Türkiyə rezidenturasına girən uzman hər şeyi yaxşı bilir deyə bir şey yoxdur. Sizin inkişafınız ancaq sizdən asılıdır. Burada bir dənə də sual verdi ki, o sərbəst qərar, onu deyəsən ötürdüm.
Sərbəst qərar vermək həkim motivasiyasını azaltmır. Yox, qəti azaltmır. Niyə? Çünki o qədər işiniz olur ki, siz artıq düşünürsünüz ki, kimsə bunun yerinə sizə qərar versin, işiniz sürətli keçsin. Çünki siz də bu sistemin işləyən robotlarından birisiniz də. Ona görə mənim şəxsən motivasiyamı azaltmır, amma bir məsələ də var. Məsələn, burada belə bir həkim də var. Məsələn, hər şey robot kimi eləyir, keçir. Normalda doğrudan da iş onu tələb eləyir, çoxdur. Amma məsəl üçün mən özüm bu robotluqdan biraz çıxmaq üçün Telegram qrupu yaratdım, maraqlı кейsləri. Çünki birinə öyrədəndə insan özünü daha yaxşı yadında qalır. Məsələn, mən orada maraqlı кейsləri Azərbaycan həkimlərinə paylaşıram və istərsəməz onu araşdırıram və araşdırdıqca da öyrənirəm. Bu yenə sizin seçiminizdən asılıdır. Məsəl üçün bir çətin bir кейs gəlib, tumorbot qərar verdi, sən onu icra edin, getdin. Belə də ola bilər. Məsələn, heç yadında da qalmayacaq. Bir də var ki, sən düşünürsən ki, bu niyə belə oldu, bu nətər oladı, ədəbiyyat araşdırması nədir, girim internetdən baxım, dünyada belə кейslər nə qədərdir. Bunu seçən yenə sizsiniz. Yəni istənilən halda çox şey insanın özündən asılıdır. Bu şey itirdim bir dəqiqə. Hə, bu da ki, Azərbaycana qayıtmaq məsələsi. Mən Azərbaycanda işləyirdim, sonra gəldim bura və mən düşünürəm ki, mən qayıtsam da istənilən halda savad baxımından əksi artıq olacaqsa. Çünki Azərbaycanda onkologiya sahəsində bir həkim, nə bilim, elə dərman var ki, onun adını bəlkə eşitməyib, eşitsə də heç kimə tətbiq eləməyib. Siz o dərmanları burada özünüz qərar verən insansınız. Məsələn, mənim Azərbaycanda belə bir qorxum var idi. Heç vaxt istifadə eləmədiyim birinci dərman gələndə narahat olurdum da ağırlaşması necə ola bilər. Mən o qorxunu burada aşdım və verdim, gördüm ki, o müəyyən bir yerlər var, ona diqqət edirsən və heç bir şey də olmur. Çünki qorxum niyə aşdım? Çünki arxamdakı sistemə güvənirdim. Bir dəfə, iki dəfə o sistemə güvəndim, qorxunu aşdım, sonra da rahat oldum və mən bu gün düşünürəm ki, Azərbaycana qayıtsam, əvvəlki Nərmindən daha rahat işləyə bilərəm. Qorxularımı aşmış olaram. Yəni bu barədə narahat olmayın, çünki bu sizə istənilən halda özgüvən verəcək. Amma məsələ bilirsiniz nədir? Qayıdıb işləyə biləcəkmisiniz? O çətin məsələdir. Niyə? Çünki onkologiyada belə bir şey var da. Məsəl üçün mən xəstəyə istənilən son protokolu təyin edə bilirik, sistem təyin edir, biz izahat veririk. Azərbaycanda işləyəndə sən düşünəcəksən, mən bu dərmanı xəstəyə deyim, deməyim, pulu var, yoxdur, ala bilər, almaya bilər. Bilirsiniz, Almaniyada o dərd yoxdur. Sığorta qarşılır, kömək eləməsə də heç kimin pulu itmir. Amma Azərbaycanda o pul üzərində qurulub deyə siz risk eləmirsiniz ki, mən 20%, 30% effekti olan bir dərman deyirəm, hansı ki, o bir evin pulu eləyə bilər və bu xəstədə effekt görər, görməz, sabah görməsə bu xəstə mənə necə deyər? Bu psixoloji məqamlar Azərbaycanda çox çətindir və düşünürəm ki, Almaniya sistemində içində işləməyə sistem tərəfindən qorunan bir həkimin gedib Azərbaycanda işləməsi biraz bilər düşünürəm. Edirəm sahədə geriyə düşmə olur. Belə deyək də, açığı indi ChatGPT var, bizə kömək edir məktublarımızı sürətli yazmağa. Bir il başa düşməyə bilərsiniz xəstələri, bu da normaldır. Yəni buna görə kompleksə düşmək lazım deyil. Amma mən öz təcrübəmi deyirəm ki, məni o qədər işin içinə saldılar ki, yəni işləyərək mən məsəlcə dilimi təkmilləşdirməyə vaxtım olmadı. Bu gün mən təbii ki, akademik, yəni daha doğrusu tibbi alman dilini çox yaxşı bilirəm. Çünki eyni şeyləri xəstəyə davamlı aufklärung, iltizamları eləyəndə avtomatik dil yaxşılaşır. Amma mən düşünürəm ki, mənim burada sosial çevrəm yoxdur və mən başqa heç kimlə alman dilində danışmıram. Mənim ümumi alman dilim inkişaf eləmir. Çünki onu inkişaf elətdirməyə vaxtım yoxdur. Amma bu çox normaldır. Yəni düşünün ki, istənilən biri Amerikaya da getsəz, İngiltərəyə də getsəz, sizə bir vaxt lazım ki, o dili öyrəşəsiniz. Bu təkcə sizə aid deyil, hamıya aiddir və bunun nəticəsi nə olursa, siz illərin sonunda artıq bir əlavə dili də mükəmməl danışmış ola bilirsiniz. Yəni məncə bu ümumiyyətlə dili problem eləməməlisiniz. Bu sizi qorxutmasın. Telegram qrupumu bir dəqiqə paylaşaram. E, Aydan paylaşım. Yazıram bura. Baxın bir dəqiqə yazım. Belə yazacaqsınız da. Nəysə, Nərmin Məcid yazın. Məncə o çıxacaq. Nərmin Məcid. Telegramdakı adım belədir. Sonra Telegram paylaşdım. Ketmis Proof barədə təcrübədir. Mən də burada səmimi fikirlərimi paylaşıram.
Burada yenə də deyirəm, çox faktor asılıdır. Əgər siz sıfırdan tələbə kimi gəlirsinizsə, sizə Kennes Proofing həm çətin ola bilər, həm də sizi sıxışdıra bilərlər və çox hazırlaşmağınız çox önəmlidir. Və orada düşdüyünüz insanlar, düşdüyünüz yerdən də çox şey asılıdır. Həmin an ki, qarşınızdakı insanın nastroyenisindən də çox şey asılıdır. Burada çox şeylər önəmlidir. Amma mən özümün təcrübəmi deyim ki, mən sadəcə vaxtım az idi və mən ancaq baxdım ki, o Telegramda kanallar olur. İndi tam yadımda deyil. Mən düşdüyüm yerə hansı fallar düşür, ancaq onları hazırlaşdım. Başqa bir heç nə hazırlaşmadım və məsəl üçün mən ultrason, neuroloji xəstəni necə müayinə etmək lazım, hələ də bilmirəm, çətinlik çəkirəm. Ki, şöbədə də öyrənə bilmirdim burada. Bir də uniklinikin çatışmazlığı da odur ki, məsəl üçün digər xəstəxanada siz xəstəni özünüz müayinə edirsiniz, bu fizikal müayinələri öyrənsiniz, amma unikllikdə həmişə tələbə var deyə tənbəllikdən biz tələbəni göndərirdik də ora. Yəni ona görə onları da öyrənməmişdim və mənim biraz qorxum var idi ki, oradan düşsə mən bunu bilməyə bilərəm və yaxud ortopedi müayinələri məsəl üçün bunları bilib öyrənməmişdim. Amma mən nə fikir verdim? Sizin CV-niz olan qabağında olur və onlar bilirlər ki, siz plan yerdə işləyirsiniz, sizin ixtisasınız budur, siz onkologiya üzrə təcrübəniz ixtisasınızdan sual versin. Əksər hallarda onların məqsədi sizi imtahandan keçirməkdir. Mən özümdən deyirəm ki, onlar %100 görmüşlər ki, mən onkoloqam. Mənə düşən nə idi? Pankreas xərçəngindən sual verdilər, limfomadan sual verdilər, limfa düyünləri müayinəsindən, atipik pnevmoniyadan, hansı ki, gündəlik gördüyüm bir şeylər idi və işləyən həkimlər üçün rahat keçir. Çünki sizin artıq bir klinik təfəkkürünüz formalaşıb illər ərzində. Amma tələbə üçün çətindir. Çünki medusu qurtarmısınızsa, sizin klinik təfəkkür əminəm ki, formalaşmayıb. Çünki mən də qutaranda formalaşmamışdı. Bizim sistem biraz fərqlidir. Onun üçün mən düşünürəm, tələbə olub qutaranlar yaxşı hazırlaşmalıdır imtahana. Amma həkimsiz, təcrübəniz var, yaxşı CV-niz də var, alman diliniz də var, yaxşı yerdə işləyirsinizsə, bunlar düşünürəm önəmli faktorlardır. Onlar çalışırlar ki, siz imtahandan keçsə. Mənə Ketis Prüfung FSP-dən daha asandı idi. Çox danışdım. Başqa sualımız? Yo, doktor, xoşdur sizi dinləmək. E, insan belə maarifləndiyini hiss eləyir. Son sualları da Allah. Sizin səsliyizanızı da maraqla dinləyim. Tələbə olanda da dinlədim. Siz canlı dinlədiniz. Çox sağ olun. Mənə də xoşdur ki, kimlərə nəsə öyrədə bilirəm, öyrəndiklərimi paylaşıram. Məsəl üçün, yaxında bir case oldu. Xəstədə həm Poen sindromu var idi, həm Castleman xəstəyə çox nadir görülən bir şeydir də, yəni çox rastlaşmırıq. Mən onu assistent kimi keçə bilərdim. Artıq məktubu da o biraz özü yazdı elədi. Biraz mübahisəli case idi. Amma mən gördüm ki, bu mövzu mən bilmirəm. Onu gətirdim evə, özüm araşdırdım və düşünürəm ki, onu da paylaşacağam. Çünki doğrudan da insan nəyisə öyrəndiyini paylaşanda daha yaxşı yadda qalır. Ona görə həqiqətən də tələbə olsanız da, həkim olsanız da çox faydalı кейslər paylaşıram. Özümün də az gördüyü кейslər paylaşıram, izləyin. Başqa? Son bir nəfər sual yazıb, yəni artıq bitirək düşünürəm bu sualla. Sizcə yeni iş təcrübəsi olmayan kandidatların şansı az olurmu? Bəli, az olur. Reallıq odur. Amma ki, çünki siz necə yenə də deyirəm, onlara işləyən adam lazımdır. Amma siz təcrübəniz yoxdursa, əgər hələ tələbəsinizsə, çalışın başqa baxın. Hər şey yenə sizdən asılıdır. Gedin tətillərdə hansı yerdə pulsuz belə olsa tibb bacısı təcrübəsi alın. Venaya iynə vurmaqdır, vazofiksdir, EKG çəkməkdir. Bunları öyrənin. Və yaxud gedin tanışdığına hansı həkimə götürün, yazın. O qədər elə həkimlər var, yəni yanında köməkçi kimi işlətməyə, pulsuz işçi qüvvəsi deyirəm buna. Yəni amma buna belə baxmayın da, karyera gedən yolda hamının pulsuz işlədiyi dövrlər olur. Gedin onların yanında işləyin və bunların birini CV-nizə qeyd edin. Eyb yox, bir ay keçmişsə ki, 2 ay yazın, heç kim onu yoxlamayacaq, amma doğrudan da o təcrübəni qazanın və əgər tələbəsinizsə, sizin CV-nizdə onları təcrübələndirəcək heç bir şey yoxdursa, o zaman dili yaxşı öyrənməniz çox vacibdir. Çünki insanlar belə deyək də, baxın, məsələn, mən CV-mlə təcrübələndirdim ki, belə bir balaca ölkədə qısa zamanda belə bir şey edib, eyb yox, dili də öyrənər. Bunu öyrənən, ingilis dilini yaxşı bilən, alman dilini də öyrənər. Amma sizin elə bir CV-niz yoxdursa, bunu real qəbul edin ki, onda mən dilimi mükəmməlləşdirib onu təcrübələndirməliyəm ki, dili doğrudan da dili yaxşı bilən insanlar qeyri-adi bir
yəni bu alman dili çətindir deyə. Ona görə dili çox yaxşı bilin, onları ilə təəccübləndirin ki, oldu da, onlar düşünəcəklər, dili bu cür öyrənə bilən insan, deməli tibbi də yaxşı öyrənə biləcək. Amma tələbələr mütləq şəkildə deyirəm, boş vaxtınızı, bax bu tələbəlik çox yaxşı fürsətdir də sizin üçün. Gedin kimlərinsə yanında tibb bacısı da olun, nə bilim sanitarkada işləyin, hər bir işi edin, onlar mütləq sizə köməklik eləyəcək, harda olmağınızdan asılı olmayaraq. Bir də mən bilmirəm, öz təcrübəmi də deyim bunu, öz fəlsəfəmi əslində. Mən ümumiyyətlə insanın enerjisinə çox inanıram. Nəyi düşünürsən o olur. Doğrudan da inanaraq bir yola çıxırsınızsa, o yolun sizin üçün xeyirlidirsə, mütləq şəkildə gözləmədiyiniz bir anda bəlkə kiməsə yazdığınız mail həmin moment onun gözünə, qabağına çıxacaq və orada bir emosiya formalaşacaq. O sizə cavab verə bilər. Ona görə mənim təcrübəm azdır, mənim şansım azdır deyib psixoloji özünüzü bloklamayın. Yəni neyirsiniz? Oldu. Mən bunu istəyirəmsə bu yerə gəlib çıxacağam deyin. Əmin olun gözləmədim. Mən həyatımda o karyerada həmişə istəmişəm. Mən inanmışam ki, yaxşı olacaq. Gözləmədiyim insanlardan mənim üçün karyerama dəstək verəcək təkliflər gəlir. Amma olmursa da bəzən məndə də olur. Məsələn, Amerika yolu məndə olmadı və demək ki, bir də bunu da bəlkə biraz psixoloji olacaq, amma sizə çox önəmli bir cümlə deyim. İnsanın ehtiyacı başqadır, istəyi başqadır. Biz bunu bəzən bir-biri ilə qarışdırırıq. Bu münasibətdə də olsun, karyerada da olsun. Mənim istəyim Amerikada top yerdə işləmək idi. Amma bu əslində mənim özümü ego istəyi idi də, özümü sübut eləmək istəyirdi. Amma mənim ehtiyacım isə Almaniya kimi sosial ölkədə yaşamaqdır. Çünki mən məsəl üçün çox rəqabət mühitinin olduğu, çox səs-küy, belə stresin çox olduğu, məsələn, Bakı mənim üçün çox yorucu bir şəhərdir və mənim əslində ehtiyacım doğrudan da sakit, balaca, şirin, yaşıllığı çox olan universitet şəhərciyində yaşamaq idi və bəzən biz ehtiyacımızı görmürük, istəyimizə fokuslanırıq, amma istər kainat deyin, istər həyat deyin, Allah deyin, o bizim ehtiyacımıza uyğun cavab verir. Əgər sizin bir işiniz alınmırsa, o zaman o sualı mütləq zamanında özünüzə verin ki, mən bunu niyə istəyirəm? Bunu doğrudanmı mən bu məqsədə çatanda xoşbəxt olub rahat olacağam, daxili rahatlığımı tapacağam, yoxsa sadəcə özümü kiməsə sübut eləyəcəm, anama mı, bacıma mı və yaxud buradan daha çox pulumu qazanacağam? O sualı mütləq verin. O sual məncə insana çox yerdə istiqamət verir. Çox sağ olun, doktor. Həqiqətən çox əla webinar keçdi. Mən düşünürəm gələn il statistikaya baxsa Azərbaycanlıların sayı onkologiyada qat-qat artacaq. Bu webinarın da təsiri olacaq həmin saya. Qoy onda, bax dediniz, qoy onda vurğulayım. Yox, onu da vurğulayım. Əslində artmağı çox yaxşı bir şeydir. Onkologiya artan, inkişaf edən sahədir. Onkologiya və hematologiya. Burada həmişə sizə pul var. Siz istər Azərbaycanda işləsəz, Türkiyədə işləsəz, dərman firmalarının dəstəyi, qrantlar, həmişə qapı sizə açıqdır. Siz bu gün bir PhD proqramına getsəz, mən əminəm ki, mən rahatlıqla Amerikada bir qəşəng CV yazım, onu edim, bunu edim, Harvardda bir PhD proqramına qəbul ola bilərəm. Çünki şanslar həddindən artıq çoxdur. Və ikinci məsələ, həkimlikdən bezsəniz belə bu ola bilər də. Bu çox insan karyerası, çox yox, bəzi insanlarda dünyada da var. Siz drug industriyaya, dərman sənayesinə keçə bilərsiniz. Məsələn, mən bir dəfə müraciət eləmişdim. Medical direktor vəzifəsi deyilən bir şey var. Tibbi direktor. Siz dərman firmalarının tibbi tədqiqatlarına nəzarət edən bir direktor vəzifəsində işləyə bilərsiniz. Heç mən ora müraciət edəndə mən heç Almaniyaya gəlməmişdim. İkisi arasında qaldım. Yenə də ego cəmaət nə deyər deyə əslində gəldim, həkimliyi seçdim. Amma sizə deyim ki, sizin Almaniya təhsiliniz önəmli deyil. Azərbaycan təhsili də, rezidentura təhsili bizdə bəs eləyir ki, sizi elə bir yerə, ingilis diliniz varsa, məsəl üçün master təhsiliniz varsa, seçilə bilərsiniz və siz orada çox yaxşı pullar qazanıb, çox yaxşı pozisiyaya gələ bilərsiniz. Orada bir idarəçisiniz və orada etap-etap. Mənim məsəl üçün master təhsilimdən tələbə yoldaşlarım çox orada drug industriyada işləyirlər, dərman sənayesində və onlar çox böyük pozisiyalara gəliblər və onların məsələn ikisi Almaniyadadır və məndən daha çox pul qazanırlar. Yəni bu variant həmişə onkologiyada var. Həkimlikdən bezsəz, tükənsəz və siz sahənizi dəyişib gedib bir lider pozisiyada işləyib pul qazanıb tədqiqatları idarə edib həm elmin içində olacaqsınız, həm pulun içində olacaqsınız. Bu şans var. Ona görə
Mən düşünürəm ki, yəni hər tərəfli Almaniyada, bir də bilirsiz necə, xaricdə də tanınmaq çoxdur. Mən bir nümunə gətirəcəm. Bir bəlkə indi şey olacaq, Ermənistanda bir onkoloq var. O mən getdiyim yolun elə bil məndən bir neçə il əvvəl gedib ilk dəfə ölkəsində IDEA proqramına seçilib və sair. Və mənim masterimi məndən əvvəl qurtarmışdı. O bu gün Oncodaily adlı bir dənə platforma yaradıb. Bu tibbi onkologiya platformadır da. Və o bu dəqiqə Amerika, Avropa hamı onun insanı tanıyır və hələ də Almaniya, Ermənistanda işləyir, balaca ölkədə limitli resurslarla. O niyə inkişaf elədi? Çünki o doğrudan da real vəziyyəti qəbul elədi ki, mənim Ermənistanım balacadır, mənim limitli resursum var və siz bizə dəstək verməlisiniz. Və o bu gün doğrudan da çox böyük işlər görür. O uşaq pediatrıdır öz sahəsində. Mən əminəm ki, çox insana inkişaf eləməkdə olan ölkələrdən gələn onkoloqlara ilhamdır. Və bu il o boyda böyük platformanın CEO-sudur, həm də o biri içində qalır. Oradan pul da qazanır, tanınmışlıq da var, məşhur da var, özünün research laboratoriyası da var. Çünki yaxşı belə deyək, dezavantajını avantaja çevirdi. Yəni balaca, zəif bir Ermənistandan gəldi. O bütün Amerikanı, Avropanı, dərman firmalarını öz ölkəsinə cəlb eləyə bildi. Yəni onkologiya, hematologiya bu xəstəlik onsuz da ömür boyu davam edəcək. Sayı da get-gedə artır. Burada həmişə karyera şansı və pul da var. Yəni bunu mütləq yadınızda saxlayın. Xaricdə kurslara da əlbəttə ki, olar və son bir sual Azərbaycanda onkologiyanı oxuyub xaricdə kurslara daha da təkmilləşmək olar. Olar. Bizim elə mən yəni deyirəm, əgər bilmirsiniz nə etmək istəyirsinizsə bir insanı götürün, onun yolunu da kopyalaya bilərsiniz. Mən o yolla getmişəm. Elə eyni şey addımları siz də atıb gedə bilərsiniz və mən Azərbaycandan gəlməmişdən əvvəl düşünürəm ki, xəstədə var idi, yavaş-yavaş karyeramda inkişaf eləyirdi. Əlbəttə mümkündür, yəni. Və inanın ki, siz bax bu da onu da deyim, Azərbaycanda oturaraq siz daha çox qrant qazanırsınız. Mən artıq Almaniyadayım deyə heç bir qranta müraciət eləmirəm. Heç kim vermir. Çünki düşünür ki, Almaniya kimi ölkədə yaşayırsan, onun qranta ehtiyacı yoxdur. Amma Azərbaycandan gəlib sizin Almaniyadan gələn bir rezidentdən daha çox dünyada tanınmaq ehtimalınız var. Mən o Ermənistandakı kollega misalından da səminliklə deyə bilərəm. Oldu doktor. Bir daha minnətdarıq. Qatılan Sağ olun. iştirakçılara da təşəkkür edirik. Sağ olun, mən də təşəkkür edirəm. Nəsə də olsa Instagram səhifəmi də paylaşdım. Telegram qrupumuz da var, oraya yaza bilərsiniz. Dediyim kimi kim də istəsə CV-sini də göndərsin. Və qoy burada yazdım. nerminmajid.az@gmail.com Göndərin, işləyə bilərik. Bəlkə iş prosesində də sizə ilham ola bilərik. Bu qədər. Çox sağ olun. WhatsApp qrupumda da webinarla bağlı geri dönüş linkini attım. Onu da doldursanız çox sevinərəm. Bir daha çox sağ olun doktor. Sağ olun. Sağ olun. Oldu. Evet, sağ olun. Bu arada sizə orada ancaq tələbələrdir o WhatsApp qrupumuzda. Ee, yəni bu webinardan qeydiyyatdan keçənlərdir. Hə, başa düşdüm, oldu. Amma tələbə qrupumuz da var Yəni ayrıca. deyirəm tələbə qrupunuz varsa, yəni ya məni atın, ya bizim komandadan bir nəfəri, məsələn o qrantlar və sair olanda biz orada paylaşaq, orada kim istəsə müraciət eləsin onkologiya sahəsi üzrə. Olar, olar. Biz yazarıq sizə, Oldu, nömrəni yönləndirəriz. oldu. Oldu. Çox sağ Oldu. olun. Çox sağ olun. Oldu. Özünüzə Sağ yaxşı. olun. Sağ Sağ olun. Siz Dayanmamışım.